Salam əziz və hörmətli dostlar, xoş gördük. Umaram keyfiniz sazdır, halınız yaxşıdır. Mən İnsafəli Hidayət. Düşüncə bağı otağının 9-cu proqramı xidmətinizə sunuram. Bildiyiniz kimi biz bir düşüncə otağı açdıq, yəni otağı fikr farsça deyirlər və onun adını qoyduq düşüncə bağı. Projeyi ki bu otağa seçdik, bundan ibarət oldu ki, Güney Azərbaycan və İranda yaşayan türk siyasi təşkilatları dəvət eləyək və onların siyasətlərin, düşüncələrin, fəlsəfələrin, stratejilərin, ideolojilərin, yol xəritələrin, hər nə ki onlar düşünürlər bizə və bizim gələcəyimizə, onları bir sorğu-suala çəkək, onlardan bir suallar soraq və cavablar istəyək. Bundan üzərə 500-ə yaxın soru ortaya gəldi və partiləri dəvət elədik. O partilərdən təqribən Çehriqani cənablarından sonra ki deyibdi, soruşacağam, məşvərət edəcəyəm, sonra cavab verəcəyəm və bir ayrı partidə deyib gəlməyəcəyəm. Ondan sonra hamı partilər qəbul eləmişdilər. Gəlsinlər və sonra da hərəsinə bir həftə və hər gün 4 saat, yəni bir həftədə 6 gün və 24 saat bu 6 gündə vaxt verilmişdi ki, o sorulara cavab versinlər. Buradan iki partinin keçən 2 həftədə 2 parti bu sorulara cavab verməli idi. Birinci parti ki gəldi, Güney Azərbaycan İstiqlal Partisi və onun sözcüsü ya lideri Salih bəy İldırım cənabları idi. Salih bəy 6 cəlsəni gəldi və ondan sonra da sorularımızın 65%-i qaldığı üçün o sorulara cavab vermək üçün çalışır və hər gün onları səs faylı olaraq mənə göndərir. Mən də çalışıram onları video şəklinə salıb YouTube-a yükləyib və sizlərlə də paylaşam. Amma çox heyf olsun ki, ikinci həftəmiz Güney Azərbaycan Demokratik Türk Birliyi Təşkilatı Başqanı ilə Sayın Əjdər bəy Təğizadə cənabları ilə olacaq idi ki, hər nədən dolayı isə xəbər vermədən bundan belə ki, hər şeyi qəbul eləmişdilər, amma gəlmədilər. Bundan belə ki, hətta onlar Avstraliyada olan bir liderlərin, hala deyək ki, bir şura mərkəzindən ya hər nə ki adını qoysaq, mərifə eləmişdilər, amma gəlmədilər. Hətta onlar da gəlmədi və beləliklə mən onlara gündə 10 mənfi nömrə və toplam 60 mənfi nömrə verdik və dünən onların növbəti qutardı, amma nə gəldilər, nə tövzihat verdilər. Mən fikirlərim ki, bir siyasi təşkilat olaraq çox məsuliyyətsiz və düşüncəsiz davrandılar bu haqda. Hətta əgəl mən bu proqram haqqında və o qol qərarlar ki qoymuşduq, o təəhhüd ki vermişdik, o şey ki almışdıq, bunlara əməl eləmədiklərindən dolayı mən onlara mənfi nömrələr verdim. Əlbəttə bu tək onlar üçün deyil, hər kəs onlar ki yazılıbdı o bir qərardatların üzündə bunlarla təvafüqə yetişmişdik. Əgər onları müraat eləməsələr mənfi alırlar, müraat eləsələr ən üst milli ərdəmli, ən ərdəmli və əşağı rütbəsi ərdəmli bu rütbələr müsbətdir. Ondan sonra mənfi nömrə alırlar. Salih bəy İldırım və onun təşkilatı, yəni Güney Azərbaycan İstiqlal Partisi 6 günün 6-sında da milli ərdəmli fəqət birində, yəni 5-də milli ərdəmli, birində ən ərdəmli sifətinə layiq görülmüşdü mənim tərəfimdən. Çünki çox siyasi və çox politik, düşüncəli davrandılar və bu sifətlərə layiq gördülər. Həm özlərinin zamanında dedik, həm də bunları hər cələsə demişik ki, deyəcəyik ta bu bir vəziyyət olaraq görünsün. Hər halda dünənləri 8-incisi, bu günləri də 9, 7, 8 və 9-cu faylları da bu gün 9-cısını yayırıq. Yəni 7 və 8-ci fayl almışıq, səs faylı. Onları yaymışam və bu günləri də sizdən dəvət edirəm. Görəsiz bu
fayllar ki, səs faylı olacaqdır. Siz əgər görürsünüz ki, mən Salih bəylə danışıram, o öncəki videolardandır. Ona baxmayın. Bu fəqət video üçündür. Çünki səs faylını istəyirəm YouTube-a qoyam, görünsün. Onun üçün buna bir fayl, geçmiş fayllardan video əlavə edirəm. Onun üçün məni əgər bir şey görsəz, bunu fəqət yadınızda saxlayın ki, bu səs faylıdır. Hər halda keçək və səslərin o birisi bölümünə qulaq asaq və görək ki, nələr olur. Sözcüsü, rəsmi ad budur, sözcüdür, amma başqan demək. Çox üzr istəyirəm, zahirən mən bir səhv elədim. İcazənizlə bu səhvi düzəltməyə çalışım. Buradan gedəcəyik və bu faylı vuracağıq. Hansı qanunlar İran Fars işğal hakimiyyətinin müstəqil və milli hakimiyyət və dövlətə keçən zamanlarda cürbəcür sahələrdə hansı qanunlar ölkəni, vətəndaşları, ekonomini, siyasəti idarələri və idarə edəcəkdir? Təbii ki, bunun üçün əgər o dönəmə qədər bir yasa hazırlanmışsa, anayasa ya idarə qanunları hazırlanmışsa, təbii ki, nə əla. Olmadığı təqdirdə qısa zamanda hazırlanıb və idarəçiliyi demək onun formunda devam etməlidir. Yəni əgər demək o qayda və qanunlar yoxdursa, bu da anarşi anlamına gəlməz. Yəni bizim hazır yoxdursa, bəlli bir keçici sürə üçün mövcud qanunlara dayalı idarə etmək olar və onu da Azərbaycanın o sahələrdə qanunları təsbit olunsun, təyin olunsun. Yəni qanunsuzluğa heç bir şərtdə yol verilməzdir. İran dağılandan sonra kimlər mühakimə olacaqlar? Cinayət işləmiş, xalqı sərkub eləmiş, qan tökmüş, ittilaatda işgəncə eləmiş, çapqınçılıq eləmiş, Azərbaycanın maddi və mənəvi dəyərlərini məhv etmiş və eləcə də insanlara zülm etmiş, cinayət işləmiş hər kəs mühakimə olunacaqdır. Təbii ki, bu siyasi olaraq o keçid dövründə demək rejim töküldükdən sonra əski cinayətkarlar ki, son anına qədər xalqı əzməkdən, sərkub eləməkdən çəkinməyib və cəllatcasına, qəddarcasına milləti sərkub ediblər, onlar əlbəttə ki, qanuna cəlb olunmalıdırlar. Xainlər, casuslar, adam satanların durumu nə olacaqdır? Bunları Azərbaycan qanunu demək həddlərini, demək cəzalarını belirləyəcək. Xainlər və casuslar çox ciddi məsələdir. Yəni milli güvənliyi, milli dövlətçiliyi, milli mənfəətləri təhlükəyə atır. Ona görə bunun Azərbaycan cinayət məcəlləsində özünün tərifi olmalı və ona görə də onlarla yanaşılmalıdır. İran Fars tərəflərinin durumu necə idarə olunacaqdır? Yəni Azərbaycanın demək İrana mı bağlasınlar, bu mudur məqsəd nədirsə, hər hansı bir qüvvə, hər hansı bir formada Azərbaycanın istiqlaliyyətini, dövlətçiliyini təhlükəyə atırsa, onunla ciddi demək yanaşılır və gerəkən cavabı qanun içində onlara verilir. Keçici dövranda edam məsələsi olmalıdırmı? Deyil. Edam qətiyyətlə müxalifi. Edam dedi ki, Azərbaycanda edam olmayacaq. Azərbaycan istiqlali ilə düşmanlıq edənlər, Azərbaycan üzərinə silah çəkənlər edam olacaqmı? Onların necə bir mücazat gözləyir? Azərbaycan istiqlalını pozmaq düşməndir. Yəni o adam ki, Azərbaycanın, o qüvvə ki, Azərbaycanın istiqlaliyyətini təhdid atır, ya İrandır, ya hər hansı bir xarici qüvvədir, ya silah çəkibsə birisi Azərbaycanın, daha əvvəldə dediyi, onları özəlliklə də silahlı
Azərbaycana saldıranlara şiddətlə cavab verilir və məmləkətin əmniyyəti qorunması üçün, istiqlaliyyəti qorunması üçün gereken nedirsə edilməlidir və o təhdidi ortadan qaldırılmalıdır. Eğer demək əlində silah varsa bunu silahlaşdırmaq üçün təbii ki bizdə silahdan istifadə etməliyik. Təbii ki o silahda ölə bilir. Bu eydam değil. Bunu savaşta ölür. Yox, silahını qoyubsa o zaman qanun qarşısında həbsini çəkir. Nə qədər qanun belirliysə o demək Azərbaycanın dövlətdə əsasən neçə məsələ vardır ki, bunlara heç bir vəziyyətlə tolerə edilməz, tolerans göstərilməz. Birisi bütövlüyünü zədələmək, istiqlaliyyətini zədələmək, demək dövlətçiliyini təhdid eləmək, coğrafisini təhdid eləmək. Yəni bunlar müzakirə və ya hər hansı bir bunlarda belə yumuşama olmaz. Dövlətçiliyimizi təhdid edənə şiddət ilə cavab verib və onları sərkub eləməliyik. O təhdidi ortadan qaldırmalı. Hər nə oynanırsa. İndi görürsünüz, məsələn, Türkiyə gedir. Türkiyənin dövlətini təhdid edənə görüneni uçakları var, insansız hava uçakları bayraklarıyla veya Akıncı'yla her neyle gedir, takıltıyla vurur yok ediyor. Biz de gelir vurup yok edecek. Yani bize silah kaldıranı yok edecek. Veya mesela Azerbaycan demək Cumhuriyyətin əleyhinə örgütləşmiş terror qruplarını getdi, necə sərkub elədi. Biz də aynən belənçi təşəbbüsləri şiddətlə bunu bəri başından deyirik, tarifatımız yoxdur. Bu demokrasi, hüquq plan çərçivəsində də demək izah edilə bilməz, o örtüklərin altında da bəzənə bilməz. Dövlətçiliyimizi təhdid edənə şiddətlə cevap veriləcəkdir. Azərbaycan istiqlalına düşman edənləri necə onu dedik, əbəd həbslər və hökmlərə haqda necə yol götürürsünüz? Bunu dedik, Azərbaycanın qanun demək, onu qanun belirleyecek. Ben Azerbaycan kanunu değilim. Şimdi bunu mesela bu mərhələni geçecek, bu yaşta azad olacak veya bu bir beləsini geçenden sonra əfvə şamil olacaktır. Cinayetin növünə göre kanunun bunu belirlemesi lazımdır ki, bu əbəddir, mesela əsən əbəd əfvə gedə biləcək əbəd midir, yoxsa əfv edilməz əbəd midir, nədirsə bunu kanun belirləyir. Azərbaycanın gələcək qanunu bunların çərçivəsini belirləyəcək. Narkomanlar, ya mürtədlər necə keçinməni düşünürsünüz? Mürtəd olanlar dedik ki, bu bir xəstəlikdir. Bu tədavi olunur, reabilitasiya ya tərk ehtiyat demək buraxılması mərkəzləri olmalıdır ki, bu servislər verərək o insanlar demək onları sağlığına qavuşturmaq ama narkoman, yani deyək ki, məsələn bu mənada ki, bunu satır, ticarət edir, onların şiddətlə mübarizə olacaq. Əsla Azərbaycanda bunlara yol verilməyəcəkdir. Çünki bir toplumun en büyük təhlükəsi də elə o narkotik mafiyasıdır. İntiqam mafiyalar. Her siyasi buhranda, her siyasi dağılışda ve her bir siyasi sistemin quruluşunda çoxlu siyasi, hüquqi, əmniyyəti boşluqlar olur. Bu zamanlarda bazı insanlar mafiya düşüncədə faydalanıb dövlətin malın, fabrikaların, sərmayə sahiblərinin varlığına qayrət edirlər. O zaman ki, qayrətçiliyi ilə necə davranacaqsınız? Əlbəttə ki, biz daha yani o mərhələdən öncə mesajlarla xalqımızı qanunu riayətinə və hər hansı bir demək duyğusallıqla, şəxsi intiqamla deyil, bəlkə dövlət mənfəətlərini nəzərdə tutaraq davranmalarını sağlamağa çalışacaq və eyni zamanda partinin bütün imkanlarını bu istiqamətdə səfərbər edəcək ki, heç kimsə o fürsətdən şəxsi intiqama veya əslən fürsəti şəxsi alverinə, şəxsi məsələlərinə sərf etməsin.
və əgər hər hansı bir fəsad və ya filan varsa, bunlara sadəcə qanun yetişə bilər, qanun baxa bilər. Heç kimsənin başqasına tərriz hüququ yoxdur. İndi qara yaxsın, iftira açsın, filan eləsin. Təbii ki, bütün bu şərtlərdə bunları eləməyə qalxarlar. Bunu birincisi eğitim, yəni o təbliğat, danışıq və demək, partinin qolları, müxtəlif qolları, məhəllə qolları, şəhər qolları, idarəçilik qolları təbii ki, bunun önünə keçməyə və xalqı daha mənəvi, daha əxlaqlı davranmağa səfərbərlik etməlidir. Əgər İran dövlətinin, İran yanlılarının mafiyaları və İran Fars hakimiyyətinə bağlı sərmayədarların var yoxu Türk topraklarında xaricdə qarət olursa, Türk topraklarından xaricdə qarət olursa necə düşünürsünüz? Təbii ki, İran işgal rejiminin, biz bunu daha əvvəlcə demişik ki, taladığı bütün sərmayə Azərbaycana geri qaytarılmalıdır. Amma bu talancılıqla hər hansı bir, məsələn, Fars şəhərini basıb da Fars millətini qarət eləməklə deyil, bəlkə İranın o İran işgal rejiminin xəzanəsinə əl qoymaqla və dövlət varlıqlarını müsadirə ilə mümkündür. Hər hansı bir şəxsin demək ki, milli intiqam deyə bir şəxsin birinin sadəcə məsələn Farsdır və ya filandır bunu müsadirəyə qalxması doğru deyil, əxlaqi deyil və bunlardan həzər edilməlidir. Deyək, o dönəmdə həll olunmadısa, dövlətdən sonra da bunun həll yolu vardı. Yəni, deyək, Azərbaycan müstəqil olub, başqa millətlər də müstəqil olub, Farslar da müstəqil dövləti vardı. İndi orada toplanan sərmayə bu millətlərdən olduğu üçün o xəzanə beynəlxalq məhkəməyə verilir və beynəlxalq məhkəmədə bu xalqların sayına görə bu pul nə olur? Onlara arasında bölünür, Farslar da daxil. Yəni ki, oradakı sərmayə bütün işgal altında olan və o siyasi coğrafiyada yaşayanların hamısının arasında eşit formada paylaşılmalıdır. Bir çox vətəndaşımız polislərdən, pastalardan, əmniyyət və itilat üzvlərindən, mollalardan, müəllimlərdən və bəzilərindən, hərasətlilərdən, müdürlərdən, bəzi idarə işçilərindən, İran dövlətinin yüksək müdürləri və xidmətlərindən intiqam almaq, onları qarət etmək və öldürmək düşüncəsindədirlər. Sizin təşkilat bir cür intiqamların haqda hansı yol yöntəmi güdür? Dedi, bu da elə həmən o daha əvvəl birinci soruda ona cavab verdi ki, bu emosional və şəxsi intiqamlara deyil. Əlbəttə ki, təbii ki, zərər görmüş, zindanda yatmış, indi haqlı, haqsız, yəni bir cürmüdən zindanda qatıb və ya haqsız yerə zindanda yatıbdır. Bunlar illa ki, intiqam alacaqlar, intiqam peşindədirlər. O məmurların şinasayı eləyib, plan eləyib. Ancaq mümkün dərəcədə qanunun hakimiyyətinə və demək, hərc-mərcin önünə keçməkdə Güney Azərbaycan İstiqlal Partisi bütün imkanlarını səfərbər edib və beləncə hadisələrin önünə keçməyə çalışacaqdır. Rejim adamlarından, işgəncəçilərdən, eydamçılardan və intiqam almaq istəyənlərdən hansı vədən rejim adamlarından, işgəncəçilərdən, eydamçılardan və s. intiqam almaq istəyənlər. Bunlara hər kəsə deyirik ki, qanun hökmü edəcəklər. Biz, məsələ deyək, filan şəxs demək, işgəncəçidir ya eydamçıdır ya nədirsə, bunu qanun nə hökmü verirsə, onun icrasını biz garanti edirik ki, qanunun hökmü icra olunacaqdır. İran Fars mafiyaları Azərbaycan və Türk millətinin qanun sorub şüşəyə çəkmişlər. Mafiyalar ilə hansı yolu gedəcək? Mafiyanla elə genə də bunlar hamısı o qanundur. Onu o ölkənin qanun sistemi tərifləyir. Təbii ki, şiddətlə bunların mübarizə
və zorakılıqla xalqa hər hansı bir sahədə xalqı qanun sormaq və ya onların bir türlü istismar eləməyə qalxan bütün örgütlərini şiddətlə demək sərkub edib qanun çərçivəsində sərkub edib cəzalandırılacaqlardır. Yəni heç bir mafiya qrupuna fəaliyyət eləməsinə imkan verilməyəcəkdir. Məhkəmə hakimləri rişvət alıb bir çox qanunsuzluğa yol vermişlər. Qazilər, Dağıstanlar və onların əlbir olanlar insanlar intiqam təhlükəsindədir. Məhkəmə qazi və işçiləri ilə necə geçiriləcək? Onlar hamısı mühakimə olunacaqlar. Hamısı qanun tərəfindən incələnib, xalqın şikayətlərinə yetişib, dəlillərlə, demək, sənədlərlə onlar cəzalandırılacaqdır. Qanun nə deyirsə qanuna cəzasını çəkəcəkdir. Yəni biz fərqimiz olmalıdır. İran işğal rejiminə və ya hər hansı bir totaliter rejiminə istədiyi ittihamı vurub birini aparıb həbsə salsın və ya yox eləsin, işgəncə eləsin. Biz onu etməyəcəyik. Ona görə qanun hökmü verəcəkdir. Həqiqi mənasında Azərbaycanın qanun sistemi bu məsələlərlə ilgilənib və o qazi olur olsun, vəzir olur olsun, hər kəs olursa demək rişvətçiliklə və ya qanunsuz yollarla demək insanlara əziyyət vermiş, malın talamış və ya qazıdır boşuna birini həbsə atıb və ya yüzlərini öldürübdür, onun əlin qolunu sallayaraq şəzməsinə də müsaade edilməzdir. Təbii ki, qanun bunu sorğuya çəkib, sübutlayaraq o işlədiyi cəzaya, demək, cürmə uygunda cəza kəsər. Dövlət nədir? Dövlət bir toplumun bəlli bir coğrafiyada, bəlli bir toplumun demək idarə, siyasi idarə sistemidir. Bu yəni dövlətin ən özət mənasıdır. Yəni bir millətin, bir insan toplusunun bir bəlli coğrafiyada, yəni bitişik coğrafiyada siyasi idarəçilik sistemi nə dövlət deyilir. Dövləti necə tərif edirsiniz? Dövlətin işi, gücü nədir? Dövlətin işi təbii ki, məmləkətin əmniyyətini sağlamaq, qanunun icrası, sərhəddatının qorunması, demək, insanların hüququnu təmin eləmək, demək, milli mənafi müdafiə eləmək, iş təmin eləmək, aş təmin eləmək, xalqın rifahından sorumlu, ümumiyyətlə demək, qanunların vəz olunması, bunun bütün demək, o coğrafının, vətənin və millətin hüququnu bütün sahələrdə savunmaq, özəlliklə də onun egemenliyini, istiqlaliyyətini və sərhəddatını qorumaq dövlətin birinci görəvidir. Dövlətin ən üst xədəməsini necə görürsünüz? Dövlətin ən üst xədəməsi demək, necə görürsünüz? Təbii ki, dövlətin deyil, burada yəqin ki, hakimiyyətin demək istəyirsiniz. Dövlətin qurumları vardır. Qurumlarda çalışan dövlət bir nəfər deyil, yəni bir xədəməsi olsun. Ancaq onu bəlli bir süreçdə idarə eləyəcək xədəmələrə ya ən yüksək vəzifəlisinə hökumət deyilir. Ən üst xədəməsi olur hökumət və o hökumətin özünü də dövlət, həmən dövlət tərifləyir, dövlətin qanunları tərifləyir və o qanunlar içində o ölkəni idarə etməyə qalxır. Bu arada dövlətdən söhbət gəldi. Daha əvvəldə mən bir məsələni geçən söhbətlərdə işarə eləmişdik. Onu da və ya indi yeri gəldiyində, bəlkə bir mövzu gəldiyində deyərəm.
ki, indi də deyirəm, yeri gəlsə orada da işarə edəcəyim, bizə yadımda olduğu halda. Biri budur ki, federalizm haqqında danışanda dedik ki, ölkələri misal vuruq və Hindistanı da misal vuruq. Şu axırda dedik Hindistanda indi qalib dil ingiliscə ilə hindidir, çoxalmaqdadır, çoxalıb da o birisi dilləri yox edir. Bir şeydə ki, hamımız şahid olduq. Çünki bütün federalistlər Hindistanı güya ki, orada 500 dənə, 300 dənə, 5000 dənə dil güya ki, azaddır və bu xalqların haqları təmin olur deyə misal vururlar. Onlara bunu da xatırlatmaq istəyirəm ki, mən geçən danışıqda unuttum onu deyim. O da bu ki, gözümüzün önündə hamımız şahid olduq ki, bu Narendra Modi necə Keşmiri getdi, qətlam elədi. Düz müasir zamanda, yəni 2 il bundan əvvəl interneti kəsdi, satellitı kəsdi, jurnalistləri oradan qovdu, heç kimsəyə yol vermədi, ordunu çəkdi və Keşmirin başına nə bəlalar gətirdi, hələ ki hələdir, qoymurlar heç kəs bilsin. Yəni federal dövlətin bu ordu ki, o federalın əlində olduğunda belə cinayətləri işləməyə də şərait yaradır. Yəni o da federalistlərin başqa qara demək göstərdiyi sistemin başqa qara nöqtələrindən birisidir ki, ticarət, bankdarlıq və ordu mərkəzi hökumətin ya federalın əlində olanda belə cinayətlər də işləndə. Gördüsü gəldi Narendra Modi, yəni 2 il bundan əvvəl çox da deyil. Hamının yadındadır ki, amma heç kəs də bilmədi ki, nələrdir. Çünki heç kim səni qoymadılar. Ona görə bu məsələlərə diqqət olunmalıdır. İkinci məsələ ki, o dil məsələsində danışdıq. Türkiyəsinin standart dilə çevrilməsi haqqında dedim, Türkiyəsinin güclü təbliğatı və rəsani təsiratının nəticəsindədir. Bu eyni zamanda Türk dillərində ən gəlişmiş demək olan da Türkiyə türkçəsidir. Yəni Azərbaycanda, Qazaxıstanda, Türkmenistanda, Özbəkistanda o çox uzun yol istəyir ki, işləsin bu dillər o təsiri altında qaldığı dillərdən özünü xilas eləsin. Və hətta Güney Azərbaycanda da. İndi məsələn bizim cəmaatimiz normal o aydınlar demiyor. Aydınlar milli aydınlar, milli yazarlar, onlar ayrı. Amma millətimiz xiyabanda Türkçə danışanda necə danışırlar? Yəni o qədər o dil içinə başqa sözlər giribdir ki, bunlar hətta Azərbaycan Cumhuriyyətində bugün rus sözləri çox işlənilir, ərəb sözləri çox işlənilir və heç bilmirlər bunlar ki, ərəb sözüdür. Bizdə yəni bu şey vardır ki, biz ərəb sözü olduğunu bilirik, rus sözü olduğunu da, yəni ki, bizdə yoxdur əsasında. Bildiyimiz üçün bir demək şansımız vardır ki, onları az işlədək və yerinə sözlər icad eləyək. Ancaq Türkiyə bunu eləyibdir. Yəni Türkiyənin dil qurumu Atatürk'ün demək Cumhuriyyəti təşkil edildikdən həmən başlamış və bu günə qədər çox böyük demək nailiyyətlər əldə eləmiş və Türkiyə türkçəsi Türk dillərinin ən mükəmməl Türk usuluna dayalı dilidir. Yəni araşdırılıb, hər bir sözə qavrama bir Türkçə müadilini olanları bulub işlədib, olmayanları da tolid edib, istisal edibdir, işlədib. Ona görə Türkiyə türkçəsi demək alternativ bütün Türk dövlətlərinin ortaq dilinin olması durumuna, statusunu da bu vasitələ qazanmışdır. Burada dövlətdən söhbət gələndə elə mənə burada zehnimdə həmən oldu. Çünki keçən danışıqlara qulaq asdıqda gördüm ki, bu məsələlərə işarə olunmamışdır. Dövlət hansı ixtiyarlara verməni düşünürsünüz? Dövlətin, yəni burada mən belə düşünürəm ki, sizin dövlət dediniz hakimiyyət. Hakimiyyətin çünki dövlətə biz ixtiyar vermirik. Dövləti zaten təşkil edilənsə dövlət hər bir şeyin hududunu bəlirləyir. Amma o dediyiniz hakimiyyətin ixtiyarlarını ölkənin dövlətin qanunları vəz olunmuş qanunlar bəlirləyir. Biz bəlirləməyik.
Dövləti kontrol etmək üçün nə düşünürsünüz? Əlbəttə nəzarət bölümləri dövlətin bütün sahələrdə işlərinə nəzarət etməlidir və o yolsuzluğa mane olmaq üçün haqsızlığa, rişvətə və qanun pozuntusu olmasın deyə hər bir bölümdə təbii ki nəzarət sistemi də olmalıdır. O da qanuni olmalıdır. Yəni qanun onların haqqında qanun qərar verir və mücriyə də onu icra edir. Dövlət genişlənmə və kölgəsini hər yerə salmaq düşüncəsindədir. Toplumun haqları qısıtlasın, özünün haqlarını çoxalsın. Bu hökumətdir yenə də. Dövlətin gücü mahar etmək və millətin əlinə olmaq üçün hansı yol yöntəmləri? Məmləkətin güclü ana əsası və bunun icrai zəmanəti və demokrasi, orada olan demokrasi hakimiyyətin qanunu icra eləməsində ən denəklənmiş və cavab vermiş sistemdir, usuldur dövlətin, hakimiyyətin kontrolu üçün. İndi siyasət. Siyasət nedir? Siyasət bir toplumun, bir ölkənin idarəçilik sisteminə ümumiyyətlə siyasət deyilir. Yəni dövlətçilik təfəkkürü, kültürü və idarəçilik kültürü. İndi bəzi hallarda bu ideoloji yəni dinlərdən demək təsir alır, bəzi hallarda dindən kənar. Ancaq ümumiyyətlə desək siyasət yəni bir toplumun idarə etmə yöntəmi. O toplumda demək dəyişik strukturlar, dəyişik demək şəraitlərdə, dəyişik hadisələrdə, dəyişik mövzularda, dəyişik hallarda idarə etmə usulu, yəni qabiliyyəti deyək. Bir elmidir. Siyasətin özü başqa bir riştədir. Əlbəttə bu universitetlərdə oxunur, dərs deyilir. Siyasəti hardan öyrənmişsiniz? Mən siyasəti təcrübədən öyrənmişim. Yəni hər hansı bir universitetdə ya klasına deyil, inqilab təcrübəsindən, gənc yaşlarından necə və nədən ötürü siyasət meydanına girmişsiniz? Gənc yaşlarından demək şah rejiminə qarşı etirazlarda iştirak edib, müdiriyyət edib, demək elə oradan aktiv siyasi həyatımız başlayıb və onun ardından demək devam etmişdir. Neçə yaşında siyasətdə olmuşsunuz? 17-18 yaşlarından və icra təcrübəniz var mıdır? Təbii ki, icra təcrübəmdə bəlli ölçüdə var. Həm inqilab dönəmində, həm ondan sonra qurur təşkil edib, bu qurur rəhbərliyini etdiyimdə və həm demək ki, elə bu milli mübarizənin son formasında İstiqlal Partiyasının rəhbərliyini etdiyimdə təbii ki, bir seri təcrübələr də qazanmış olmuşam. Siyasətçi kimdir? Siyasətçi iqtidara yetişmək üçün, dövləti idarə eləmək üçün və ya dövləti islah eləmək üçün, sistemi dəyişdirmək üçün demək yeni bir sistem qurmaq üçün və ya o sistemdə nöqsanları aradan qaldırmaq üçün demək fəaliyyət eləyən, hizbiləşən, xalqı hərəkətə çəkəcək, ictimai dəyişiklikləri eləyə biləcək ünsur siyasətçidir.
Siyasetçinin amacı nedir? Siyasetçinin amacı, yani bunlar birinci sualda deyilir. Siyasetçinin amacı o düzeni ya islah eləmək, ya dəyişdirmək, ya yeni düzen qurmaq, ya demək qüdrətə keçirmək, qüdrəti əldə eləmək, hər hansı bir başqa siyasi gücü qüdrətdən salmaq, demək təbii ki o qrupun ya şəxsin təriflərinə nəyi hədəfləyibdir? Bir siyasi qrupun görəsiniz ki, məsələn, bəlli bir amacı olar, onu əldə elədikdən sonra işi qutular, o ömrü bitdi. Amma bir də məsələn, demək, uzun strateji plan olar, yəni bir toplumun idarəçiliyi üçün plan olar, təbii ki, bu bitəcək bir bitiş nöqtəsi yoxdur. Sizin təşkilat və onun mənsubları başbakan, bakan, müdür və olmaq istərmi? Bunu daha da əvvəlcə demişik. Əlbəttə ki, parti təşkil edənlər bir parti əsasında gəlir, o dövləti itələsin, hakimiyyəti itələsin, dövlətini qursun. Dövləti varsa, hakimiyyəti itələsin, yerində otursun. Dövləti yoxdursa, oradakı o dövlət adına buna hökm eləyəni sıradan çıxadıb, yıxsın, çıxarsın, qovsun və onun yerinə dövlət qursun. Təbii ki, bu dövləti quranda o partinin kadrları da bu dövlətin kadrları olacaqdır və mühakkak bunun dışında hətta sabahki Azərbaycan idarəçiliyində də biz hizbi rəqabətə, hizbi idarəçiliyə inanırıq. Yəni ki, Azərbaycanın siyasi idarəçiliyi hizblərin yarışı nəticəsində hər hansı hizb ki iqtidar ola bilirsə və ya deyək məsələn etilaf vasitəsilə dövləti təşkil edir, hökuməti təşkil edirsə, o təbii ki, onların başqanları, müavinləri və ya kadrları o dövləti necədir təşkil edəcək, o hökuməti təşkil edəcəkdir. Bu yüzdən də hər bir parti mənsubu gələcək dövlətdə bir vəzifə üstələnəcəkdir. O cümlədən də başkan, onun parti başkanı, cumhurbaşkanı və ya demək bakan, demək bakanlıq olsa başbakan və s. mövqeylərini üstələnməlidir və biz də bundan istisna deyilik. Biz əsasən burada dövlət qurmaq üçün mübarizə edirik. Bəziləri kimin yalandan riya eləyək, xalqa yalan deyək ki, biz gəlməyəcək, bizim heç zadımız yoxdur. Yox, biz gələcək orada dövlət quraq. Biz istəyirik ki, orada dövlət quraq və o dövlətdə də indi o dönəmdə kimdir bu partini rəhbərlik eləyən? Kimdirsə, təbii ki, o özəlliklə də bizim durumumuzda bizim dövlətimiz yoxdur ki, gedək orada seçki vasitəsilə mübarizələr olunsun, rəqabət olunsun, gedək bu dövlətdə iştirak edək. Bəlkə biz gedib dövləti yıxıb, işğalçını vurub çıxarıb dövlət quracaq və müvəqqət dövlət qurulacaq. Və müvəqqət dövlət qurulanda da hər hansı bir sistem yoxdur. Siz orada prezident seçəsiniz, bəlirləyəsiniz. Əslən, fürsət yoxdur, yəni boşluq olmaz siyasətdə. Həmən o işğalçını çıxardıqda o partinin rəhbəri də olur o ölkənin prezidenti. Yəni bizim durumumuzda Azərbaycanın, Güney Azərbaycanda hər hansı parti, məsələn İstiqlal Partiyası, biz əgər bunu bacarsaq, əlbəttə ki, orada da partimizin başkanı da olacaqdır Güney Azərbaycanın Cumhurbaşkanı. Ta ki seçimlər gəlsin, yəni məclis qurulsun, anayasası yazılsın və seçim kuralları, xalqın şərait, əmniyyət düzəlsin, xalq bilsin, prezidentini seçsin, o zaman necə idarəçiliyi verəcəkdir. Və bunun kənarında da hər daim prezident olmağa rəqabət eləyəcəkdir. Ya bakan olmağa rəqabət eləyəcəkdir. Çünki biz istəyiriksə məmləkətimizdə Azərbaycanda ideyalarımızı, demək, hədəflərimizi gerçəkləşdirək, bunu icra eləyək də. İcra eləmək üçün də icra sistemi əlimizdə olmalıdır. Yəni biz oturub da başqaları gələcək bu bizim hədəflərimizi icra eləsin. Güvənmədiklərimiz gələcək. Təbii ki, o partinin kadrları bunu hər kəsdən yaxşı icra eləyə bilər
ve ona göre de herhangi bir partide ya bilinçli bir iddiada olursa ki hiçbir şey istemiyor, hiçbir şey olmayacaktı, o bel başına yalandır. Neye kurulup o zaman? Parti kurulup şu devlet olsun. Desin siyaseti gücü ele alsın, idare eləsin. Ve biz de bununla eləyəcəyik. Sizin siyasi ve stratejik bakışınızda İran dağılandan sonra demokrasi hangi zamanla əlverişlidir? Demokrasi bütün mübarizə döneminde, hatta bugünkü vəziyyətimizdə ki, dövlətimiz yoktur, doğru dürüst bir təşkilatımız da yoktur. Demokrasini sağlamağa çalışmalıyıq. Demokrasinin belli bir şərait yoktur ki, buradan əlverişlidir, oradan əlverişlidir. Her daim demokrasi lazımdır ve onun imkanlar daxilində demək, tətbiq eləmək üçün bütün partilər də müvəzzəfdir, çalışmalıdır. Sizin siyasi müxaliflərinizin durumu necə olacaqdır? Onlara rəqib görülür, onlar da eyni rəqabətdə, təbliğatda demək, dövlətin imkanlarından faydalanırlar, hakimiyyətə gəlməyə və ya siyasi fikirlərini yaymağa tabii ki faaliyet gösterip çalışacaklar. Siyasal muhaliflerinize necə tərif edirsiniz? Tabii ki onların da demək, fikirlerine saygıyla siyasi yanaşır ve siyasi de cevap verir. Siyasi muhaliflerle düşman olmak ihtimali ne kadardır? Ünlü siyasi muhalif biz deyəndə bir Azərbaycanın öz içinde bunu tərif edirik. Bir de ki beynəlxalq siyasətdə muhaliflerimiz var. Tabii ki bunların çoxu düşmənlərimiz. Yani ki Azərbaycanın ya toprak iddiası vardı Azərbaycandan dövlətinə qarşı, dövlətini zəif salmağa çalışmaqdadır. Tabii ki onlarla da düşmən mövqeyindən yanaşılmalıdır. Ama Azərbaycanın daxilində siyasi qrupların rəqib demək formasında fəaliyyətləri sağlanılmalıdır. Muhalif siyasal düşüncə sahibləri və qrupların hansı azadlıqları sizin üçün daha önemlidir? Bütün gruplar, yani muhalif ya muvafık, bütün siyasi gruplar eyni hukuka malik olmalıdır ve bu hukuku da Azerbaycan'ın milli devletçiliği kurulduğunda o hukukları tərifdir. O hukuklar hamı üçün geçerlidir. Şimdi bizim mesela iktidarda o bir parti üçün icra olunmaz değil. Böyle bir demək marjinal grup üçün də geçerlidir, hakimiyyətdə olan üçün də geçerlidir. Siyasetçilerin hangi hakların qoruyacaqsınız? Azad fəaliyyət edə biləcəklərini, hizbləşə biləcəklərini demək təmin eləmək üçün bütün şəraiti sağlamağa çalışacaq. Partinizdə siyasetçi gənclər üçün, özellikle siyasetçi kadınlar üçün ne kadar yer ayırmışsınız? Daha əvvəllər dediyim kimi biz imkanlarımız daxilində tabii ki partinin siyasetini, ideolojisini bütün üz havadar ve kadrolarımıza öğretmeye çalışırıq. Ancak biz profesyonel bir parti olmadığı için herhangi bir departman, mesela müəllimimiz olsun, ustadımız olsun, bunlara bu demək eğitimler verilsin. Bu tərkibdə değil, ancak kadınlar kolu var, kadın bölümü ve özellikle de kadın gənclər bölümü ve kadın bölümüne de her şeyden daha çok üstünlüğü vermekteyiz. Sizce siyasetçinin en çetin işi nedir? Bence çetin olan bir şey yoktur. Siyasetçi her daim çalışıdadır, her daim problemler vardır ve onları həll eləməkdə də mükəlləfdir. Demək, yol tapmaqda da mükəlləfdir. Çetin olan, yani rahat olan bir şey yoktur ama o çetin olan da değil. Yani ki bu işe girmişsinizsə bu çetin dediği altından kaçabilmezsiniz. Ve bugüne kadar rastlaşmamışım bir çetin bir şey ki eləyə tabii ki indi inşallah ki de rastlaşmalıyıq. Siz populist ya qarayaxılar arxasına sürünməyə
haqda ne düşünürsünüz? Tabii ki var beləncə partilər, qruplar, şəxslər da vardılar. Populist sözlərlə və xalqı hərəkətə çəkib bəlli bir nöqtəyə, hədəflərə çatmaq üçün çalışırlar və bu da maalesef də çox da işləhlidir. Çünki ümumiyyətlə millət genel olaraq siyasətlə məşğul olmur. Bəlkə hər kəsi yaxşı aldada bilir, maalesef indi kimi belə olubdur. Yaxşı yalancılar elə biliblər toplumlarda hakimiyyəti ələ alsınlar və bu da qaçınılmaz bir demək siyasətdə bir problemdir. Onun üçün populizmin önünü almaq üçün veya o sürü mentalitəsindən çıxmaq üçün toplumda siyasi düşüncenin, siyasi kültürün yükselişi hedeflenmelidir ve halk genelde siyasi meselelere özen göstererek ayırt edebilmelidir. Mesela biz görürük bazı ölkələrdə siyasete hatta seçkilərə bile katılım göstərisi çok azdır. İndi mesela İran kiminin işgal rejiminde boykot üzerinde getmirlər. Bu farklıdır. Bu özü bir siyasi tavırdır. Ama mesela birçok demokratik ölkələrdə, deyək mesela Kanada veya Amerika veya mesela Fransa'da, Alman'da bazen baxırsınız ki, seçimde çok az katılırlar. Veya mesela Türkiye kimin demokratik bir ölçüde çok yüksek seviyede demek seçkilere katılım olur. Yani siyasette demek ki halkın katılımı olur. Ne derecede siyasi kültür artırırsa o zaman popülistli hareketlere demek önüne geçmek de mümkün olacaktır diye düşünüyorum. Sizce siyasetçiler avamdan ne kadar önde olmalıdır? Tabii ki avam sözünü işletmeye bu biraz mənfi yükü vardı. Halkla siyasetçinin tabii ki farkı buradadır ki siyasetçi demek o toplumun problemlerini görür, sezir ve ona bir yol haritası çizir ve o yol haritasında tatbik ederek halkı bu yolda yürütmeye çalışır. Netice itibariyle halkın önündedir. İndi ne derecede? Tabii ki o kadar da yayın yetmemelidir ki halk ondan çok aralı olsun. Yani halkla irtibatı kesilmeden demek ve halkın təsiratı altında kalmadan, yani ki hizb ya parti demek halkın təsiratında değil, belki halkı öz təsiratı altına çalışmalı, çekmeye çalışmalıdır. Sizce siyasetçiler ne kadar cesur olmalı ve milli mənafe için milletin görmediğini görüp ona göre davranmalıdır mı? Elbette ki siyasetçi cesur olmalıdır. Her bir şeyin bedelini ödemeye hazır olmalıdır. Bu demek bir milletin hakkını savunmak kolay değil. Orada bizim beləncə bir vəzifə aldığımızda bundan vazgeçme veya bir yerde herhangi bir sebepten məsuliyyətsiz davranmak demek o halkın hüququna tecavüz kimi suç sayılır ve hatta cezalandırılır da bilər. Ona göre siyasetçi sözlerini demek kadar cesareti, hedefine yürüyecek kadar iradeli ve halkını demek arkasına çekecek kadar ya harekete çekecek kadar da bilinçli olmalıdır. Popülizmi ve avamçılığı necə tərif edirsə onu yuxarıda dediği ümumiyyətdə toplum ümumiyyətdə sürü sistemində, yani bu fark eləməz hangi toplumdan danışırsınızsa toplum baxarsınız mesela bir seriləri bir işi görürsə birçokları heç onun səbəbini, illətini bilmədən o işi görərlər, o yolu gedərlər, onu təqib eləyərlər. Ona göre demək əvampərəst cəmaətin daha rahat mesela demek hoşuna gelen ama aslında
demək caydırıcı düşüncələri ortaya qoymaq ona nə olur? Ona deyirlər ki, populizm ya avamfəriblik, avamçılıq. Sizcə siyasətdə olmaq mümkündür? Çoxları vardır populistlər. Olmamaq mümkünmü? Əlbəttə. Yəni biz populist mövqelərdən demək populist olduğunuzda siz toplumda sadəcə bir şeylərinin xoşuna gələcək sözləri deməklə mükəlləfsiniz. İndi məsələn yaxşı, amma bir siyasətçi ki, istəyir toplumda dəyişiklik eləsin, o populist ola bilməz. Populist olsa dəyişiklik eləyə bilməz. Çünki o toplumun o dəyişikliyə deyil, mövcud olduğu demək, onun xoşuna gələcək sözləri demək istəyirsiniz. Onu bəyənəcək sözləri demək istəyirsiniz və ya yalan vədlər vermək istəyirsiniz. Ona görə zənnimcə yəni sual belədir ki, sizcə siyasətdə populist olmamaq mümkünmüdür? Əsasında populizmdən qaçınmaq lazımdır. Siz nə qədər populistsiniz? Məncə mən populist birisi deyiləm və həmişə həqiqətləri deyib və bunun üzərində çox iddiamlar da eşitmişəm, təhqirlər də eşitmişəm və hətta belə məskərə deyiliblər. Amma mənim də məsuliyyətim burada bir dəyişikliklər eləməkdir. Mesela qəşəng yadımdadır ki, mən bozqurt tutanda, bozqurt kimi uluyanda belə ən yaxın dostlarımız mənə xor baxırdılar, təhqir edirdilər ki, heyvan səsi çıxardır, nə oyuna düşdü, nə filana düşdü. Amma bununla bir dənə sərc qoyduq, bir dənə simgə qoyduq hərəkətdə. Bir Azərbaycanın demək bir simgəsinə çevrildi. Və ya məsələ istiqlal təfəkkürü üçün çox başqalar aldıq. Güney Azərbaycan termi üçün hər bir söz qoyduq, hər bir ideya qoyduq. Hamısı başqa ilə üz-üzə oldu. Bəzi hallarda hətta bizim içimizdə, partinin içində tökülüşə səbəb oldu. Amma bundan vazgeçmədik. Bu yəni demək, ona görə mən özümü populist və ya partimizi populist parti bilmirəm. Bəlkə bir rasyonal demək siyasi bir parti olaraq vəziyyəti dəyişdirmək üçün əzmli düşüncə və taktik stratejiyə sahib və o taktik strateji hədəfləri üçün amalları üçün də canfişanlıq eləyən bütün baskılara rağmen yəni biz az tavan verməmişik. Güney Azərbaycan İstiqlal Partiyası həqiqəti bu qısa ömründə dedi ki, profesional bir parti olmayaraq böyük tavanlar verib bu yolu gəlmək üçün. Dost düşmənlə, yəni dostlarımızdan, çünki əlbəttə düşməndən adam bəsləməkdədir, amma dostundan görənlər təbii ki, çox acıdıcı olur maalesef. O çox demək, yarası uzun sürür. Sizcə milli hərəkətin neçə faizi populist davranır? Bunu ölçməmişik. Onu da yəqin ki, demək, hər hansı bir partinin və ya qrupun haqqında da belə bir fətva vermək də istəmirik. Populisti türkçülüyü, millətçiliyi, milli çıxarları və təhlükə sayırsınız ya yox. Populizm bunlara təhlükədir deyə caydırıcı ola bilir və ya mənfəətçil insanlar xalqa aldadıb, amma o dərəcədə yəni təhdidə çevrilsin, onu da güman etmirəm. Sizcə partilər və siyasətçilər radikalizmə mübtəla olmasınlar deyə Türk milletindən geridə hərəkət etməlidir. Əbədə belə deyil. Parti xalqdan geridə olmaz. Parti xalqdan öndə olar. Əgər geridədirsə, o partinin zərurəti yox, lüzumu yoxdur. Yəni yalan, nə edəcəkdir? Xalqa gedib hər şey həll edəcəksən. Maalesef olur, indi var bizim partilər deyirlər ki, millət nə qərar versə olacaqdır. Millətin hangi mekanizmi biz düzəltmişik ki, millət qərar versin? Millət o zaman qərar verər ki, bu parti çıxar, meydanda sözünü deyər, millətin qərarı mı olacaq, gələr bunu seçər ya seçməz. Ona görə saygı duyarsan. Yoxsa millət qərar verəcəksə də sənin parti olmağa bir ehtiyacın yoxdur. Nəyə oradasan? Bunu hələ bizim durumumuzda millətin qərar verəcək bir mekanizmi də yoxdur.
Nə parlamentimiz var, nə seçki üsulumuz var, nə dövlətimiz var, nə əmniyyətimiz var, nə demək dilimizi bilirik, nə tariximizi, nə qərarını verəcəkdir. Parti buna görə qurulubdur ki, gəlsin bu millətə desin ki, millət doğrusu budur, ha, bu yolu getməliyik. Bu səbəbdən bu yolu getməliyik. Hədəfimiz budur, bu qırmızı almaya, bu yolları, bu aşamaları aşağı gedib yetişməliyik. Və ona görə də partilər xalqın önündə, mütləqa xalqın önündə olmalıdır, arxasında deyil. O radikal olub olmamaq, o demək xalqın demək arxasında olmaq deyil. Xalqın arxasında əsasında bir nə deyək, lüzumsuz bir şeye çevrilir. Çünkü de halk işi görür de. Onu parti mən bilmem. Halkın arkasında olacaksa, halkdan sonra gelecekse yemeğe gelecek. Yani halk her işi görecek, düzelecek, parti gelecek yesin. Ya gelecek, parti gelecek, yolu açacak. Parti sert şikandır, cəvi şikandır, tabu şikandır. Bunlar sındırar, tabını sındırar, cəvi sındırar, qapını sındırar, şüşəni sındırar. O deyilməyəcək sözü deyər, halka öyrədər, cəsarət verər, ruh verər. Baba mən dedim görsən, tavanı da ben görmüşüm, zindanı çəkirəm, güllələnirəm, şəhid verirəm, yaralı verirəm. Öğrenen halkı çekersin, o cesaretle çıkar meydana, ne mübarizasını eder. Bu partinin işi budur, hizbin işi budur. Siz milleti radikalizme davet edirsiniz ve yok. Radikalizmin nedir? Anlamımız nedir? Nece tarif edilir? Şimdi birisi bilir, mesela milletçiliği edirsən de radikalizmdir. Yani ne var? Mesela çünkü bunu rejim tarif edip der ki sen rejimin kurallarından eşiğe çıktın. Ama mesela burada millet, İran milleti diyorum, sen Azerbaycan'dasın. Bu radikal görünür onun gözünde. Veya mesela yani onu biz kim tarifleyik radikalizmi? Biz deyirik ki, hakikatleri deyirik halkımıza. Deyirik ki ey millet, bu bizim toprağımız, ölkəmiz işgal altındadır. İşgalçının topu var, tancı var, silahı var, ordusu var, zindan eli, işkence eli ve bunu çıxartmaq üçün biz də eyni gücə malik olub və bunu buradan çıxartmalıyıq. Bunun biri radikalizmdir. Birisi gəlir deyir ki, aman məsələn zindana gedəcəkdir. Bunu deməkdir, o birisinin qucağına pıçıldayım, deyir ki, məsələn uşağın adını qoycuna Aydın, ya məsələn qoy, məsələn Yaşar. Bunu mübarizə görür. Ya məsələn geçsin, otursun demək bir duvarın daldasında birisinin qulağına desin ki, bax məmləkətdə məsələn Türk dili qadağandır ha. Biz çıxırıq deyirik Türk dili qadağandır, o da gəlib bizi tutur aparır. İndi bunun radikal olub olmadığı nə cür ölçək biz? Məsələn deməyək də Türk dilini niyə qadağandır? Ya məsələn Türk dilini demədəsə istəməyək. Ya məsələn hara mən Türkəm deməyək, bu radikaldır. Ya İran işgal rejimi deməyək, məsələn nə deyək? Ya məsələn buna biz özümüzü mü yumuşadaq? Bak işgalçı gəlib oturub orada, o radikal sayılmır. O cinayət işləyir, öldürür, kəsir, tökür. Onun çəkməsi mənim kəlləmin üstündədir. Onun sərnizəsi mənim başımın üstündədir. O gülləylə vurur, mənim cavanımı xiyabanda öldürür. Onu deyil, o xiyabandakı cavanı radikal deyirik. Buna görə radikalizm nədir? Aslında bu kültür kim qoyubdur bizim ortalığımızı? Gələr bu deyəsə məsələn yaxşı bir dövlətdirsə, bu dövlətin demək qanadları tərif ola qədim deyərlər Kəprovdur, Rostrovdur. Məsələn, hətta o radikal bölümünün özünü də yenə də radikal deyə bilərsən və ya məsələn mühafizəkar və ya sazişkar deyə bilərsən. Biz siyasi hədəflərimiz üçün, milli hədəflərimiz üçün demək vazgeçmeyi, sukutu, sazişi güya mesela radikal olmayaq deyə təcviz edə bilmərik. Biz bunları nə bahasınadırsa deyib danışıb və bu yolda da xalqı səfərbər eləməliyik. Biz İstiqlal Partiyası olaraq bunu eləmişik. Biz çox yerdə sədləri sındırmışıq. Biz quruluşumuzdan bu tərəfə, İstiqlal Partisi quruluşundan belə bu tərəfə yani bu davanı xalqın içine çekmeye, aydınların müzakirəsindən çox xalqın içine çekmeye çalışıb və
İstiqlal Partisi bütün Azərbaycan təşkilatlarından hamısından çox şəhid veribdi, hamısından çox məhbus veribdi və yaralı, mağdur veribdi. Ona görə indi bizə radikal deyirlər, nə deyirlər desinlər. Və radikalı dedim ki, radikalizmi kim deyibdi, kim tərifləyibdi, nə kimin, nə radikalizmdir, onların zadından, gözündən bunu ağzından mı tərif edirik, yoxsa bir partinin hədəfləri üçün gələcək təklifləri alması və ya əməlsizliyi, demək, qorxaqlığı, məsələn, radikalizmdən həzər kimin deyək, söylüyor. Bu meydanın tavanı var. Yani bizim kimi durumda olan, bakın her yerde değil siyaset. Devletimiz olanlarsa siyaset eləmək rahatdır. Yani biz Azərbaycan Cumhuriyetini, Demokratik Cumhuriyetini geldik, kurduk. Orada demokrasi hakimdirsə, burada siyasi faaliyet, siyasi hizb kurmak rahatdır. O zaman onun bir çətinliyi yoktur ki, bizim durumumuz da çətindir. Türkçem diyebilmeyeceğim bir durumda hizbiləşmə, siyaset yürütmək çətindir. Ona göre de radikal görünür. Şimdi biz bəziləri çıxır, mesela bunu, bu yolu gələ bilmirlər. Bizə radikal deyirlər ki, bunlar radikal deyir. Mesela biz qəşəng adımda istiqlal sözünü deyəndə deyirlər ki, siz son sözü niyə əvvəldə deyirsiniz? Nə zaman deyə? Ne gedəcək, məsələn, 100 ildən sonra da bu millət yoxdur, onda deyəcək istiqlal. Elə istiqlalı bugün deyəcək. İstiqlal bu saat lazımdır, bu dəqiqə, son söz deyil. Elə bu dəqiqə lazımdır. Düz bu anda bizə lazımdır. Bu anda elə bilirsə ki, bırak çıxada. Bu sabaha, bir günə, 5 ilə, 100 ilə, 50 ilə qalmaz. Bunun zamanı yoxdur ki, hansı zamandır. Bugün lazımdır istiqlal. Ona göre radikalizmi kim tərif edir, nə tərif edir? Buna şey demək, biz bunları radikal bilmirik. Bunları bir demək gereken xalqa hərəkətə çəkəcək, xalqa göstərəcək, millətə o şəraiti göstərmək və o şəraitdən çəkib çıxarmaq üçün hərəkətə çəkmək də bu partinin vəzifəsidir, məsuliyyətidir. Radikalizmi ağıllı hərəkət görürsünüzmü? Yox, yenə də radikalizmi, mən deyəcəm istiqlal, deyəcəksiniz radikaldır. Məsələn, nenə gəldən ki, olar bir fəqərədə ana dili qoyaq da, məsələn, onda olur, məsələn, radikal olmuruq. Yani öz başımıza böh qoyuruq, deyirik ki, məsələn ki, biz bu radikal deyil, o radikaldır, dedi istiqlal. Biz deyirik ki, işgal vəzirə gəldik ki, istimarı daxili, məsələn, o istəyir desin ki, məsələn, radikal deyil. Aslında yalan bir söz qoyuruq da. Hatta istimardan işgalın belə, yani Azərbaycan həqiqətən istimar diye işgaldır. Orada bir xarici qüvvə var bu. O qüvvəni görmürsünüz xiyabanda. Sen necə buna istimar edir? Hatta istimarı xarici de demək qələtdir. Çünkü orada İran'ın ordusu var da, erteşi var, polisi var, filanı var. Bunu mən deyəndə olur radikal. Yani radikalizm, yani mesela bunu demese biz ağıllı oluruz. Mesela deyib desək ki, taleyini təyinləşdirmə desək ağıllı oluruq, ya yalancı oluruq, ya aldadıcı oluruq. O sözün amiyane zadı budur ki, mıs deyən kimi deyən Mustafa da. Biz o Mustafa deməyib mıs deyək ki, başqaşı gəlsin desin Mustafa'nı. Bizde bu millet işgal altında, bu toprak işgal altındadır. Burada işgalçı qüvvəsi vardır, burada Farsın ordusu vardır, burada Farsın dili hakimdir. Burada mədənlərin yerin üstün altını çökür aparır, iqtisadını dağıdıbdır cavanları. Mənim cavanlarımı tutur, Fars qanunu aparatı zindana. Niye deyir ki, Türkçe şeir oxudu, Türkçe kitab yazdı. Baxınca məsələn bir 30 il bundan qabaq, 20 il bundan qabaq tutulanlar, həbsə düşənlər onlar radikal adamdılar. Onlar şeir oxudular da. Gəlirlər şeir gecəsində, məsələn bir dənə şeir oxumaq üçün görürsünüz, adam gedib, dırnaqlarını çəkiblər, öldürüblər, atıblar ki, bu pantürkdür. Elə o zaman ona deyirlər pantürk, indi də mənə deyirlər pantürk. Yani siz güman eləməyin ki, məsələn, mən burada məsələn istiqlal deməsəm,
başqasına radikal deməyəcəklər və ya işğal deməsən başqasına radikal deməyəcəklər. Məncə işğaldan danışmasam, o adam ki, deyir ki, ana dili ha, ona deyəcəklər radikal. Onu vurub dağıdacaq. Bu radikaldır ha, bax, gəlib dövlətdən nəsə istəyir. Yəni bunlar kimin nə amacla tərif elədiydi? Biz radikal görmürük burada. Bunlar təbii istəklərdə, olası istəklərdə. Aşırıcı deyilik ki, aşırı olanda bizdə aşırı hərəkət yoxdur. Bizim Azərbaycan milli hərəkatında aşırı bir düşüncə yoxdur. Yaxşı, bu çox radikaldır, radikal gedir. Ona görə o adam için, məsələn, şeir gecəsi üçün gedibdir, bütün varlığından əlindən gedibdir, dərmədağın ediblər, işini, iş yerini, ailəsini dağıdıblar. 20 il bundan qabaq, ondakı o istiqlal adı ilə çıxmamışdı ki, meydana. Şeir gecəsi qoymuşdu. Yüzlərinə gən sayım sizə. Ya məsələn, mənim məktəbdə Şəhriyarın kopyası üçün şallaq vurublar. Şəhriyarın Heydər babanın kopyası var əlimizdə. Heç bilmirdik qadağandı, gülmüdük ki. Oxuduq da Heydər baba, oxuyuruq. Mənim bir dənə dostum vardı, Zeynal Abdın. Allah ömür versin inşallah. Eyni məhəllədədir, eyni klasda. Bir bəndim məndəvin bir modelidir. Və adlar da bizə tanışıdır. Yəni, kət yaşanışını elə qəşəng təsvir çəkmişdir ki, o, bəzən də məsələn yadımızdan çıxanda kopyalara baxın. Kopya eləmişdir, dağıdılmış uşaqlara oxuyuruq. Ona görə mən şallaq yemişim. İndi mən mi radikalam? Mən məktəbdə fars dilini bilmədiyim üçün şallaq vurublar. Müəllimim birinci klasda vurubdur mənim əlimə. Mən mi radikalam? Məni bu günə salanı buraxıb da burada danışanın dilin çıxadanı, dar ağacından aşanı bırakıp da ona etiraz edenler radikal demek tamamıyla absürt. Cefençti. Yersizdi. Siz birisinin hakkını danışmak için ona diye radikal. Ama orada asır. O itilat gece girir evine vurur, dağıdır, evini darmadağın eləyib, uşağının, gözünün, ailəsinin, bacısının, qardaşının yanında yerinə sürütlüyə aparır, atır zindana. Ona değil de buna bu sözden danışana deyirik radikaldır. Çok özür dilerim ben. Bu biraz ölçünü belki kaçırdım ama yani radikal kim kime değil radikal. İşgalçı ilə, şeirlə, nağarayla, xahişlə, təmannayla rəftar olunmaz. İşgalçına yumruğa yumruqdur. Silaha silahdır. Biz demokratik bir ölçüde olsaydıq, tabii ki mübarizə metodumuz da fərqli olacaqdı. Yani bizim öz dövlətimiz, demokrasimiz olsaydı, tabii ki orada da ayrı ədəbiyyatından olanla danışacaq. Aslında bu gün danışdığımız məsələlər da söz konusu olmayacaqdı ki, yaxşı məsələn, İşgalda o desin ki mesela ne oldu işgal demecen geldiğinde mesela istimar veya desin istismar ya desin daxili ya desin mahalli ya desin filanı bemanı yuvarlasın başına şire yazsın. Onda ayrı şeyler danışacaq. Dövlətimiz var da o dövləti düzəltməyə, orada olan nüksanları bərtərəf eləməyə çalışır. Ama bizim burada indi adımı mən qoya bilmirəm. Uşağın 6 ildir uşaq doğub sicilli alabilmir. Bu radikalizm değil. Bunu deyəndə ki bu olur, burada bu məmləkətdə işgal vardı, radikalizmdir. Yox. Gerçəkləri örtmək ağlanı deyil. Onlar ki, yerlər deyirlər ki, demək, onu demək o ağlanı deyil, bunu demək o ağlanı deyil, aynen filandan danışmaq, ağlanısı budur, ki, böyle gedək budur, ruhaniyə rəy verək, gedək bilməm, rəisiyə rəy verək, bu Cumhur İslami ilə həll eləyəcək, buradan görək, məsələn, ana yasanı icra elə, o birisini filan icra eləcək. Onlar da bizə radikal deyənlərdir. Ona görə radikal termini, yəni bizə işlətməsini veya herhangi bir hizbin məhdudlaşmasına müsaade edilməməlidir. Bizim baxışımızda o strateji taktikini əməl eləmək üçün bütün mümkün yollar əməli eləməlidir. Biz durup işgal deyəndə
yağdırırlar yerdən göydən ki, bunlar radikaldılar, aşırıdılar. Oluruq aşırı. Biz bozqurt deyəndə aşırıdır ha bu. Demək, məsələn, özdə çox da belə şey tapamırlar. Ya deyək ki, Avropalıların xoşuna gəlmir. Bilməm, məsələ, Amerikalıların xoşuna gəlmir. Heyvan zadı niyə tutursun? Məsələn, həmən onu deyən baxsınız, görürsünüz ki, məsələn, İranın bayrağını götürübdür. Üstündə də bir dənə əslan var da, əslanın əlində bir qılıç var. Yəni, bir vəhşi heyvanın əlinə, əslanın ki, yırtıcıdır. Əlində də bir dənə qılıç var, daha da vəhşi. Amma ona etiraz yoxdur. Bizim bozqurdumuza etiraz var. Çünki bizim də ona görə oluruq radikal. Amma bizim baxışımızdan elə deyil. Və ya məsələn, Avropalıların xoşuna gəlmir. Mən özümü Avropalılar üçün, Avropalıların xoşuna gəlməsi üçün meydana gəlməmişəm ki, mən xalqımın haqqını savunmaq üçün. Avropa sən mərkəz deyil ki, mənim üçün. Yəni, Avropa millət deyil ki, mən hətmən Avropanın kopyası olacağım, Avropanın dediyi olacağım, Avropanın oyuncağı olacağım. Və mən kiməm? Mən Güney Azərbaycanım. Güney Azərbaycan İstiqlal Partisiyəm. Güney Azərbaycan bir mübariziyəm. Məni İngilistan, Alman, Sued, o birisi tərifləmir ki. Mən buranın məhsuluyam. Və buradakı olan zülmü ortadan qaldırmaq üçün gərəkənlər də eləməliyəm də. Ona görə demək, bu öz sansorluqdan əsasında, yəni işğalçının, totalitarizmin təhmil elədiyi işğalçılıqdan bizə axınıb gəlib, özün kontrol elədi. Bu radikallar belə deməyək də, biraz bunu yumuşaqçınamıdır. Məsələn, xahiş edirəm də, ağay, məsələn, Ruhani, olar bizdə bir fəqərə zəbanı, madəri olsun. Türklərini də deyə bilmiyorum. Çıxmışdı millət deyir ki, Türk dilində mədrəsə, bir də çıxırdan deyir ki, Türk dilində yox, denə öz dilində mədrəsə. Mən Türkəm də. Mən gəlib Madagaskarlının haqqından dəfə eləmir ki, mən özümün Azərbaycanda dilimi deyirəm də. Türk dilində mədrəsə. Və ya məsələn, qəşəng yadımda sözümün ki, xalq sevanda dedi, hara mən Türkəm. Bəzilər dedi ki, bu sözü nə deyir? Bu bölücülük gətirir, parçalanma gətirir, demokrasi istəyir, nə istəyir. O belə radikal görünür. Ona görə radikal və ya radikalizm, məsələn, bunun bir ölçüsü yoxdur ki, deyək ki, hara kimi radikaldır, harada qeyri-radikaldır. Məsələn, mən uzun oldu, hər halda üzrlü şahin, biraz haşiyə çıxsam da. Sizcə Türk siyasətçiləri infial və əksillənmə əsaslı davranırlarmı? Bəli, Azərbaycan, hal-hazırda Azərbaycan Milli Hərəkatı hələ aksiyoner olmurdur, reaksiyonerdir maalesef. Sizcə hansı zamanda və şəraitdə Türk siyasətçiləri infialdan çıxıb ibtikarı mərhələsinə geçməlidir? Təbii ki, biz bəlli şərtlərdə çalışmışıq. Formalaşdığı bir anda bir imkan əldə edildiyi, fürsət düşdüyü və ya yaratdığı, yəni ki, əsasən düşdü deyil, yaradaq fürsətdir. Və bu infialdan bir an əvvəl çıxmaq lazımdır. Sizcə niyə ibtikarlı olmaq siyasi fəalların əlində deyil? Hələ biz o gücə, o siyasi gücə, milli gücə malik olmamışıq. Yəni, əgər bizim indi məsələn sizinlə apardığımız bu müsahibəni bir 10 milyon Azərbaycanlı eşitsəydi, o zaman biz daha ibtikar bizim əlimizdəydi. Amma indi yetişdirə bilmiyorsun, əlimizdə o imkanlar yoxdur. Əlimizdə o mekanizm yoxdur. Ona görə şərait bizə bunu təhmil eləməkdədir. Yəni, bu deyil ki, biz oturmuşuq əsl əməl göstərək. Bir şey olanda, bir hadisə üz verəndə, onda bizə fürsət daha yaranır. Yəni ki, işimizin bir çox hissəsi görünmüş olur. Məsələn, dedik ki, çoxdur məsələ İran qəzetində Azərbaycanlıları təhqir elədi. Biz illərcə deyirik ki, ay bala, bizi bu faslar, bu işğalçılar bizi təhqir eləyir, bizi saymır, bizi adam yerinə qoymur, ikinci dərəcəlisən, üçüncü dərəcəlisən. Elə həmən özümüzdən olan Azərbaycanlılar sonra deyir, qardaş, niyə yalan deyirsən?
Bu belə deyil axı. Harda məsələn mənə heç kəs təhqir eləmir. Amma o zaman ki çıxdı qəzetdə dedi türkü böcəyə bənzətdi, görürsüz amma çıxdı xiyabana. Yəni bizə bir şərait düzəldi, dediyimizi təsdiqlədi. Ona görə bizim əgər bu gün imkanımız olsa ki demək elə bu danışığı məsələ milyonlar Azərbaycanlı eşitsə, o zaman İbtikar bizim əlimizdədir. O zamana qədər maalesef İbtikar hakimin əlindədir. Hakim qüvvənin əlindədir. Acaba siyasi fəallar və partilərin lazım qədər siyasi düşüncələri və təcrübələri inkişaf etmişmi? İbtikar mühəndisliğinə girsin. Bu demək siyasi partilərin lazım qədər düşüncələri və təcrübələri var ya yox, bunu hər parti özü şey elə bilər. Ancaq bizim həm düşüncəmiz və həm demək yolumuz, yöntəmimiz də hər bir məsələmizə də var. Ancaq bunu gerçəkləşdirə bilmədiyimiz üçün dedik bir seri tekniki sorunlarımız var, müsüllərimiz var. Yəni sadəcə düşüncəyə malik olmaq bunu həll eləmir. Bəlkə o düşüncəni xalqa demək pombaç eləmək, xalqa intiqal eləmək, xalqa çatdırmaq, xalqı düşüncəyə sahibi eləmək üçün mekanizmə ehtiyac vardır. Sizcə İran Fars rejimi Azərbaycan türkləri içində nə qədər nüfuzu çox edibdir? Azərbaycan türklərinin içində demək əsasında bütün Azərbaycan və bütün xalqlarda beyin olaraq bulan böyük əksəriyyəti 90%-in üzərində 99%, hətta belə milli iddiası olanlardan da bir çoxu İran zehniyyətindədir, Fars zehniyyətindədir. Fəqət Türkçə danışır. Bir çox şərhlər yazırlar, demək Fars, hətta mən bir zaman bunu televizyonumuzun haqqında da işlətim, İran televizyonudur, sadəcə Türkçə danışır. Yəni ki, bu heç də təəccüblü deyil. Yəni bu beyinlər maalesef bu nüfuzlar, düşüncəsel, yapısal nüfuz vardır. Acaba İran Fars rejimi millətçi siyasətçilərimizin davranışları və düşüncələrini kanalizə edə bilirmi? Edir. Paralel hərəkətlər düzəlibdir. Müvazi hərəkətlər düzəlibdir. Bu iki bizi radikal göstərir. Bunu elə İran düzəldibdir. İran işgal rejimi düzəldibdir. Bu iki eyləmə çağırırıq, təzahürata çağırırıq. Elə həmən hərəkətdən çıxırlar, buna qarşı çıxırlar. Bunlar İranın düzəltdikləridir. Yəni bunlar kanalizə eləyib qəşəng qarşımıza qoyubdur. Öz cinsimizdən, öz rəngimizdən. Dəmiri dəmir kəsər, şüşəni şüşə kəsər. Siz demək Azərbaycan milli hərəkatını farsçılıqla durdura bilməzsiniz. Paniralizmlə durdura bilməzsiniz. Azərbaycan köynəyə girir. Ona görə içimizə paslar da yerləşdiribdir. Demək itilatı da yerləşdiribdir. Hətta gətirib şişirdib belə nə məqamlara da yetişdiribdir. İranın nüfuzları var, qüvvələri var. Elə bugün də paslardılar, bugün də hətta hərəkətdə böyük iddialar da eləməkdədirlər. Azərbaycan, yəni düşüncə olaraq Hizbullahdılar. Beyin olaraq İranın qulluğundadır. Bir şeylərində də əsir alıbdır. Yəni bəlli bir zəiflərindən, səbəblərindən dolayı. Yəni Azərbaycan milli hərəkatını bizdən çox güclü formada demək idarə edir, yönləndirməyə çalışır və bu danılmaz demək bir faktordur. Sizcə İran adlanan siyasi meydanda siyasi Türklər özlərinin beyinlərini İran Fars rejiminin beyin yıxama yalan təbliğatı və sistemlərini azad edə bilmişlərmi? Yoxsa hələ də bir çox İran Fars ədəbiyyatı, dili və siyasəti, dini düşüncəsi ilə davranışlar. Mən dedim buna sualdan əvvəl, suala görmədən əvvəl daha qabaqcakı sualda cavab verdim ki, maalesef ondan hələ xilas ola bilməmişik. Gözünüz gəlir ki, hətta şuarı belə kopya eləyirik farslardan. Fəqət onu Türkçə deyir. Yəni, sən beyin olaraq olsan da, ondan qutulmamısan.
Mesela orada deyir jen jiyan azarı, zen zendegi azarı, burada deyir qadın yaşam azadlığı. Yəni o beyin öcür işləyir. Hatta birçokları Farsça düşünür, Türkçe danışır. Birçokları milli meseleni Farsça değil, Farsça beyan ediyor. Yani o Fars metodu, düşünce sistemi bütün beden organlarında, beyninde elə oturubdur ki, bu rahatlıqdan çıxmaq. Nəsil dəyişir, kuşaq dəyişməlidir. Sizcə acaba Türkçü və Azərbaycançı siyasi fəalların neçə faizi doğrudan Azərbaycancılıq və Türkçülüyə inanmışlar? Bunu iddia edənlər yəqin ki, inanmışlar. İndi inanclarının və ya bu inandıqlarının demək, hansı bir formada biz qiyas eləyək deyək ki, doğru mu inanıblar, belə də bir mekanizmimiz, imkanımız yoxdur. Birisi Türkçəyəm deyirsə, Azərbaycançıyam deyirsə, bizə görə o Türkçü və Azərbaycançıdır. Sizcə inkişaf nədir? Sizcə mədəniyyət nədir? Sizcə modernizmi necə anlayırsınız? Siz modernizmi, bunların da hamısına bir dəfə deyək. İlerleme, toplum, insan ümumiyyətlə bütün toplumlar sabit değil, tarih hərəkət edir, ileriye doğru getməkdədir. Biz nə əskidə qalmalıyıq, nə də əskini unutmalıyıq. Bəlkə əskidən təcrübə alaraq ileri getməliyik, ilerləməliyik. Ve buna demək, inkişafın siyasi boyutları, kültürel boyutları, ekonomik boyutları, demək, hünəri boyutları hamısı demək, olduğunuz yerdən ilerlediğiniz təqdirdə burada demək ki, bir ilerleme ve inkişaf var. Yani inkişaf bizim dilimizde ilerlemektir. Medeniyet nedir? Bunun da tabii ki bir milletin bütün adet ənənəsi, dili, tarixi, demək, kültürü, demək, o milletin medeniyetini təşkil edir. Modernizmi necə anlıyorsunuz? Tabii ki modern dünyaya, yani gelişmiş çağa, çağdaşlık esasında bizim dilimizde desek çağdaşlık yani çağa, zamana uygun, zamanın ihtiyaçlarına uygun, zamanın taleplerine uygun hareket ve hatta onu demek daha demək, öngörülü olabilirsiniz. Ona da indi İngilizlərin ağzından deyəcəklər, postmodernizm deyəcəklər. Hər halda bu modernizm bir mərhələ, siyasi mərhələdir. Özellikle de əgər o tarixdən baxsaqda postmodernizm dedik, bu şeye gələcəkdir. Bir mərhələ o məzhəb və kültürel ayaq bağı olan qaydalardan xilas olub və bir sürü daha hukuki demək, sistemi təriflənəndən bu tərəfə demək, modernite çağırır. Ama çox bizim modernizmdən demək, çağın, zamanın ihtiyaçlarına görüb və onları hətta öngörüb və çözməsi üçün plan proqram töhmək bizə görə demək, modernizm və ya demək, çağdaşlıq mənasındadır. Ekonomi. Bundan əvvəlki soruda demək, bir qismətinə bir də eklemək istəyirəm. O da budur ki, acaba İran Fars rejimi millətçi və siyasetçilərimizin davranışlarını və düşüncələrini kanalize edebilirmi? Burada İran işgal rejiminin çok büyük demek kontrolü vardır.
Yəni Azərbaycan Milli Hərəkatı gücləndikcə təbii ki, onlar da dəyişik örtüləri altında bunu kontrola almağa, istiqamətini dəyişdirməyə, yönləndirməyə, hətta saxta liderlər düzəltməyə, hərəkətə demək, onları təhmil eləməyə çalışıb və çalışmaqdadır. Məsələn, bugün İran türkləri bizə görə İran işğal rejiminin demək öz barmağı vardı burada. Yəni bu istiqlalçıların qarşısında demək müstəqil Azərbaycanın qarşısında İranı tikərək və ya türklərin İranı termləri indi bir seri zahirdə millətçi görünənlərin ağzından çıxır, amma bunlar əsasında İran tərəfindən mümkündür. Dolayısıyla yolla, yəni direkt İran İttihatının illaki məmuru olub da illərcə orada işləyib gəlib burada oturmasına ehtiyac yoxdur ki, pəncəsini alır, dəyişik yollarla onu yönləndirə bilir və bunu eləməkdədir. Bugün məsələ qəşəng yadımızdadır ki, baxın, Azərbaycan Milli Hərəkatını hətta istiqamətdən çıxarmaq üçün bir seri mürteci Hizbullah Cumhuri İslamının İran işğal rejiminin demək əzici qüvvələrindən olan ünsürləri belə hərəkətdə demək yüksəldərək Güney Azərbaycan İslam Hərəkatı düzəltməyə qalxdılar. Bu unsurlar xaricə çıxandan sonra təbii ki, Azərbaycan Milli Hərəkatı vurduqlarının ağzını dağıtdı və məcbur çöndülər, ayrı ad altında çalışmağa fəaliyyət məcbur oldular. Yəni İran işğal rejimi müxtəlif şivələrlə bunu Azərbaycan Milli Hərəkatına ümumiyyətlə dövlətlər belə olar. Yəni bu fəqət də İranın siyasətidir demək deyil. Dövlətlər bir məsələyə, hər hansı bir fenomenə elə bir alternativləri olmaz. Ona onlarca demək yolları, yöntemləri olar ki, bunu rəhbərləri ələ alsınlar, hərəkətin demək paralel bir hərəkət yaratsınlar, hizbi düzəlsinlər, o hizbləri gücləndirib gəlib demək əsas millətçi hizblərin və ya təşkilatların əlindən ibtikarı alsınlar, gözüsü öz içindən bir sürü adamları ifşaçı kimin, müxalif kimin göndərər və ya yəni onlara meydanı açar. Həm təbliğ eləyər, təbliğ olsun, həm də bəlli ölçüdə onlar danışa bilərlər, deyə bilərlər. Cumhur İslamının əleyhinə gəlsin, danışsın. Siz məsələn meydanda, xiyabanda təzahüratlara baxın, bunların bir çoxunun xiyaban təzahüratlarının kontrolu necə olur? İttilaat məmurları gəlir, girir, təzahüratı rəhbərlik edir. Çıxır hərəkətin qabağına. Bu məsələn Zənciyan Azadıda baxın. Zəncirli Azadıda baxın, görün ki, necə və ya məsələn öğrencilərdə hərəkatında necə gəldi? Burada özləri, əsas səsləri var. Deyir ki, məsələn, necə bizim amillərimiz hərəkətin rəhbərliyini ələ alıb, o birisi rəhbərləri, əsli rəhbərləri sıradan çıxarıb və demək, etibarsızlaşdırırlar. Yəni, bunu sadəcə Azərbaycan hərəkatına deyil, bütün müxalif qüvvələrdə, bütün təhdid edici və ya o rejimə İran-Fars işğal rejiminə təhdid olacaq qüvvələri yoldan caydırmaq üçün, rəhbəriyyətinə ələ geçirmək üçün nəyər? Onun illaki planı var və Azərbaycan Milli Hərəkatında da çox güclü fəaliyyət edir. Yəni ki, biz bunlar görürük nə dərəcədə rejimin pəncəsindədirlər. Bəziləri direkt rejimin ovucundadılar. Bəziləri bilmirlər ki, özləri bilmir, onlar eləbəsi millətçilik edirlər, amma İran-Fars işğal rejiminin siyasətini yürüdürlər. Bir çoxlarını pəncəsinə geçirməyə bacarmış və bəzilərini dolayısıyla olanın bəzilərinin zəiflərindən girərək
demək əlinə almış və bu hətta onlara səhnə meydan tərifləyib nələr deyə bilərsiniz, nələr bəzi hallarda görürsünüz ki, yəni o səslər eşidirsiniz ki, Azərbaycan Milli Hərəkatını parçalamaqdadır. Eşik içəri, bax bu Cümhur İslamının siyasəti, İran işğal rejiminin siyasəti. Demək və bu parçalamalar hərəkətdə güclənən təşkilatların qabağına daş dığırladıb onları təhqir edən, məsələn, xiyaban yürüyüşünə çağırır, bunlara çıxıb niyə çağırırsınız, xalqı təhlükəyə atırsınız. Bunlar hamısı şübhəli qaynaqlardır. Ya cəhalətlərindən gəlib ortalıq, ya Cümhur İslamının indi pəncəsindədirlər, göstəriləri ilə bunu eləməkdədirlər. Yəni ki, İran işğal rejimi əgər Azərbaycan Milli Hərəkatını öz başına buraxıb da öz seyrini getsin deyə düşünsək, biz çox sadə olmalıyıq. Yəni ki, çox avam olmalıyıq ki, deyəsin, burada elə hərəkət budur. Yox. İnanın ki, elə İstiqlal adında da parti düzəldə bilər. İstiqlalçı adı ilə də çıxa bilər. Dedik, şüşəni şüşə ilə kəsərlər. Çıxar meydana ki, nənəsin bunu səhnədən çıxarsın. Və məsələ, biz bir misal verim. Güney Azərbaycan İstiqlal Partiyasının paralel adını istifadə edib, demək, çox ciddi formada biz bir zaman gördük ki, Güneydə bütün şeylərdə çox ciddi formada bizim videolarımız, demək, bəyanatlarımız yayılır, amma bizim xəbərimiz yoxdur. Biz eləmirik bunu. Təbii ki, nəzarətə saxlayıblar kimdirlər. Bizim, məsələ, hesab eləyin ki, 20 il bundan qabaqki videomuzu, 15 il bundan qabaqki videomuzu necə qəşəng tapıb çıxardıb, bəlli bir hissəsini ki, istiqlaliyyətdən danışır, aşırı suallarla filanla çağırıblar, yayırlar. Nənələr, demək bulan planı İstiqlal Partiyasının adından millətçiləri içəridə şünasayı eləməkdir. Və biz bu timi tapdıq bunlara ki, siz kimsiniz? Yox, biz bilgi verə bilmərik filan. Nəzarətdə saxladıq. 24 saat bunlar işləyirlər. 24 saat durmadan gecənin birinin görürsünüz, məsələn, yarısında video qoyublar, səhərin saat 3-də video qoyublar, günortadan sonra saat 1-də, 2-də. Yəni hər daim bunlar demək ki, bir təşkilat burada işləyir. Güney Azərbaycan İstiqlal Partiyasının adından bizim adımızı kullanırsınız, biz sizi bilməliyik, siz kimsiniz? Əmniyyətdir, nədir filandır, adımızı verə bilməliyikdir, bilirsiniz, burada təhlükəsiz. Bizim videomuzu bizdən çox yayırsınız, orada bu saytlarda fəaliyyət edirsiniz, bunu təhdid deyil də bilginizi bizə vermək mi qorxudur? Nəhayətdə bu bilgilərini verəmmədilər, çünki versələr, bizim də dənəkləmə sistemimiz var, biz bunu çıxaracaq, bu dedikləri doğru mudur, yalan mıdır, nədir? Xəbərdarlıq verdik ki, 24 saat fürsət verdi ki, bu İstiqlal Partiyasının adından istifadə eləməkdən imtina eləsinə, əks halda biz bunların əleyhinə mövqe qoyacaq. Çövürdülər adını bu dəfə Güney Azərbaycan İstiqlal Partiyasından çövürdülərlə Güney Azərbaycan Silahlı Hərəkatı, QASE və bu qətiyyətlə getdilər bizim milli fəallarla, bizə hər tərəfdən gəlir ki, bəs belə bir qrup gəlib İstiqlal Partiyası ilə əlaqəlidir, silahlı hərəkət istəyirlər, filan yerdə silah var. Nə qədər cavanlarımızı tutturdular, səbəb oldular və bir seri addım adamlarımız onların üzündən hələ də zindandadırlar. Yəni ki, İran işğal rejimi bu məsələdə çox köhlü işləyir və bu fəqət İran rejiminə deyil, hər bir rejim yəni bu məsələlərdə işlər və təbii ki, o əsasda da biz deyirik ki, siyasi milli hərəkatımızda Güney Azərbaycan İstiqlal Partiyasının ölçüsü güvəndir. Güvəndiyi insanlardır. Hər halda bu çox ciddi məsələdir. Azərbaycan Milli Hərəkatının adından hər kəs danışır. Hər kəs demək, bir kontrol sistemimiz də yoxdur.
Ona görə Cumhur İslamının əli hər kəsdən çox açıqdır və bir çox manələri öz cinsimizdən olanların əli ilə qarşımızda yaratmaqdadır, yaradıb və devam edir. Ekonomiyə gəldik. Ekonomi nə deməkdir? Dünya ekonomisindən düşüncəniz nədir? Mən ekonomist deyiləm, iqtisadçı deyiləm və bunu daha yaxşısı iqtisadçılarla danışmaq lazımdır. İqtisadçılar bu məsələni daha analiz edirlər. Ona görə ixtisasımda olmadığı üçün bu məsələdə danışmağın doğru olduğunu inanmıram. Siz Türklərin sizcə ekonomi xaricdəki ölkələrdən təqlid etmək olarmı? Təqlid deməyək, ölkələrin, sistemlərin demək uğurlu, qazanclı sistemlərdən istifadə eləmək olar. Yəni təbii ki, bir ölkədə bir sistem, iqtisad demək bir formül əgər nəticə veribdirsə, onu uygulamaq olar. Bəlkə bizim üçün də ola bildi. Yəni ki, iqtisad da elmidir. Gün-gündən inkişafdadır və onlardan öyrənmək olar. Siz Türklərin gələcəyində ekonomi hangi əsaslar üzərində quracaqsınız? Yəqin ki, düşüncəniz Azərbaycandır. Azərbaycan demək istəyirsiniz. Azərbaycanın təbii ki, bir sürü servətləri, yeraltı, yerüstü təbii servətləri demək tradisional ya sünnəti, ticarəti, istehsalatı ki, öz yerində indi çalı-çaplı aparılır. Bunların Azərbaycana sərf olması və o sərmayədən eləcə də başqa qaynaqlardan faydalanaraq Azərbaycanda texnoloji sənayenin açılması, demək, modern ölkələrdən ilerlemiş ölkələrin texnolojisinin burada istehsalına və Azərbaycanın öz sənətinin icad eləmək, turizm sənəti demək, yəni minlərcə potansiyeli vardı. Azərbaycanın yüzlərcə potansiyeli vardı. Bunları çalıb bir demək öz idarəçiliyi, özünü maksimal formada demək istehsala, yəni bir tövlidi ölçüyə çevrilməlidir. Azərbaycan gələcək iqtisadi vəziyyətini biz belə ümid edirik. Təbii ki, hədəfimizə çatmaq üçün bu mütəxəssislərin və sərmayəyə ehtiyacımız vardır. Bu sualı yuxarıda cavab verdiyimiz üçün onu da üzərinə getməyə ehtiyac yoxdur. Təvərrüm nədir? Təvərrüm demək, pulun həddindən artıq bazarda olması, çap olması, etibarın olmaması və yəni bazardakı cinsindən və ya yaşayış xəzinəsi ilə demək eyni dəyərdə olmadığına görə gün-gündən bahalığın artmasıdır. Yəni ki, demək hər gün ya hər ay sürətlə qiymətlərin artması demək və bu pulu saxta poştvanəsiz pul, saxta deyil də poştvanəsiz pulun çapı bazara tökülməsi səbəb olur ki, nə olsun, pulun dəyəri düşsün və demək bahalığa səbəb olur. Və gün-gündən, bunun bir kontrolü yoxdur. Bir çox ölkələrdə var. İnflasyon deyil. Bunun İngilizcəsi, Fransızcası, Latincəsi, Türkiyədə inflasiya deyilir, Azərbaycanda inflasiya deyilir. İran adlanan yerdə də təvərrüm. Yəni o gəlir iş dəyərindən və ya günlük demək pulun əlbəttə günlük gəlirin ya aylıq gəlirin o aylıq xərci qarşılayamaması
veya gəlirlərlə mütənasib olmayan qiymət artışı. Bunlar səbəb olur ki, təvərrüm yaranır. İran dağlanan həmən bir qıtlıq və ağır bir təvərrüm gələ bilir. O təvərrümü necə mahar etməni düşünürsünüz? Əlbəttə ki, olacaqdır. Təvərrüm olacaq. Bu İran işğalının dəfində hər hangi bir inqilabda bir seri çətin mərhələlər olur. Onu da təbii ki, yenə də ekonomistlərin, mütəxəssislərin demək ixtisaslarına dayanaraq tərhlər verərək keçməyə, bu bölgədən də keçməyə uğurla keçə biləcəyimizin inancındayıq. Ekonomi haqda ekonomi alimlərin sizin təşkilata, sizlə əməkdaşlıqda varmı? Bizim təşkilatın ekonomi bölümü var, ancaq ekonomi demək üzvümüz və ya mütəxəssis olsun ki, iqtisadda hal-hazırda yoxdur. İrandakı şimdiki ekonomi haqda, Türklərin ekonomik durumu haqda doğru dürüst bilginiz vardır. Təbii ki, Azərbaycan ekonomisi məhv edilib, daha çox sərmayəsi sökülüb, aparıb və Fars bölgələrində ekonominin parladığına, demək, işgüzarın olduğunu hamımız şahidi və günü-gündən də sərmayənin və hətta iş gücünün Azərbaycandan çıxmasına səbəb olmuş və beləliklə həm iqtisadi şəraiti pisləşdirib və həm bu yüzdən də göçə, demək, iş üçün göçməyə və nəticə etibarilə də milli tərkibi dəyişdirməyə aparılan 100 illik bir siyasət vardı. İşsizlikdən xəbəriniz vardı. Əlbəttə ki, böyük ölçüdə soydaşlarımızın işsiz olduğunu və hətta bəzi hallarda yəni ayda demək bir həftə və ya iş belə tapa bilməyən soydaşlarımızla xəbərimiz var və yəni Azərbaycanda 1/4 hər 4 nəfərdən biri işsizdir Güney Azərbaycanda. Durumlardan amar istatikanız, amar İranın verdiyi amarların əlbəttə ki, bizə bir etibarı yoxdur. Sərmayə sahibləri ilə düşüncə alveriniz var mıdır? Tüccarlarla, demək, sərmayə sahibləri ilə əlbəttə ki, rabitəmiz var. Ancaq bunların bu anda Azərbaycan üçün nə onların sərmayəsi özlərinin rahat demək qərar verə biləcəyi bir məsələdir. Çünki bir çox projenin Azərbaycanda bu anda Güney Azərbaycanda həyata keçirmək istəyən tüccarımızın demək qarşısı alınıb və alınmaqdadır. Yəni bizim belə deyil ki, fəqət məsələn millətçi kəsimi əsarətdədir. Elə hamı tacirimiz də əsarətdədir, müəllimimiz də, qadınımız da, bütün siniflər iki qat ayrı seçkiliyə məruz qalıb və tacirimiz belə azadcasına özünün istədiyi ticarəti, istədiyi yerdə yeritməyə ixtiyarı yoxdur. Bimə ya sigortanı necə düşünürsünüz? Əlbəttə ki, hər bir şey sigorta olmalıdır. Sigortanın mümkün dərəcədə dövlət tərəfindən olması və özəlliklə də bir seri sigortalar o cümlədən sağlıq sigortasıdır, iş sigortasıdır, işsizlik sigortasıdır, əməkli sigortasıdır. Bunlar dövlət nəzarətində dövlətin tərəfindən olmalıdır ki, demək, hər bir vətəndaşın o ağır şəraitdə bu sigortadan istifadə edərək yaşamını sürdürə bilsin. İran yanlılarının mal və daraylarının müşahidəsi haqda
düşünceniz var mı? Bu çox demək yanlış bir şeydir ki, indidən belə bir fikir olsun, İran yanlılarının sərmayəsinin müsadirəsi. O zaman deyirsiniz ki, hər kəs bir şübhələndi bunun qalxsın o birisinin malını müsadirə eləməyə filan behmana. Birinin demək İran yanlısı olması deyil. Tabii ki indi vardı Azərbaycanda da. Amma əgər sərmayəni demək qeyri məşru yollardan, qeyri-qanuni yollardan millətin Azərbaycanın sərmayəsindən oğurlayaraq rişvətlə filanla əldə eləyibsə, buna qanun baxar yetişər və qanun qərar verər. Amma bu məsələ İran yanlısı idi. Bunun malı bəri başından gözü qapalı müsadirə olacaq deyə buna biz bu anarşi yaradar. Yəni o olasılığı yoxdur və bundan həzər olunmalıdır. Hər bir şey qanun çərçivəsində olmalı, qanun nəzarətində olmalıdır, məhkəmələrin əli ilə olmalıdır. Əgər burada bir mal-varlıq, bir sui-istifadə, bir fəsad varsa, ona da qanun yetişməlidir. Ordunu qorumaq və silahlandırmaq haqqında nələr düşünürsünüz? Təbii ki, biz ordu haqqında daha öncə danışdığımız üçün burada bunu bir dənə cümlə ilə tutarmaq istəyirəm ki, sərmayəmizin çoxunu ordunu silahlandırmağa, yəni demək modern təchizatla ən güclü bölgənin və ya ən azından qonşularımız içində güclü bir ordu olması Azərbaycan dövlətinin istiqrarı və istiqlalının davamı üçün olmazsa olmazıdır. İnqilab təcrübəsi. İran İslam adlı inqilabda gördük ki, bəzi məhəllələrdə, şəhərlərdə millətin bir kəsimləri tökülüb kələntəri məmurların qətlam etdilər. Bunu göz önünə tutaraq polisləri və onların ailələrini qorumaq üçün hansı planlarınız var? Bunlar olmasın deyə, əlbəttə ictimai hərəkətlərdə bunlar qaçınılmazdır. Olmasın deyə. Birincisi, elə bəri başından, yəni hər daim bu məmurlara müraciət etmişik, yenə də müraciət edirik ki, bilirik, bir çoxları iş üçün, çörək üçün, ailəsinə çörək yetirmək üçün gedib polisdə işləyir, filan da işləyir. Xalqla yaxşı keçinmək. Yəni, inqilabda elə bütün polisləri də öldürmədilər. O polislər ki, gəlirdi cəmaətə, Xiyabanda qoşurdu güllüyə, ya gedirdi gecə evindən çıxardı, Xiyabanda vururdu, dağıdırdı. Vərəq günündən sonra indi Allah'ın hesab vermə zamanı gəldi. Böyle millətin xəşmi də birinin qardaşını öldürüb, birinin amoğlusunu öldürüb, gözünü önünün yanında qonşusunu öldürübdür. Tabii ki, o da bunun intiqamına qalxır. Və bir çox polislər də vardılar ki, inqilabdan sonra da görürsünüz ki, İran İslam adlı inqilabdan sonra da elə polisliyinə devam elədilər. Bizim məsələ özümüz şahid olduq. Polis əmir verirdilər ki, tutun. Bizi Gərgərdə polis qovardı. Atdan deyirdi, qaçın da, durmayın, dağılın filan. Ben ya məsələn, ayaqlarını çırpır deyərək, yavaş göstərirdi ki, güya ki, yeyin gəlir üstümüzə, amma fürsəti verirdi ki, qaçır. Təbii ki, o polislər elə ondan sonrasına da xalq hürmətinə qarşıladı. Və polislər ya məmurlar cinayətdən, zülmüdən indi hakimiyyətdədirlər. Kənar durmaları bunun bir önünə geçmənin bir yoludur. İkincisi tabii ki, parti organize eləyərək rəhbərliyi ələ alıb hər bir şeyi maksimal dərəcədə rəhbərlik eləməlidir. Onda tabii ki, fərdilərə belənçi bir hərəkət eləməklərinə mane olacaqdır. Yəni məhəllə komitələri, demək, məhəllə şuraları anında təşkil olunmalı
və beləncə özbaşınalığın önünə keçilməlidir. Polislərin bir çoxu əmir quludurlar. Polislər və onların təşkilatı ilə necə davranacaqsınız? Cinayət işləməyən halqa birisi bu fürsətdən istifadə edib də qanun durubsa, təbii ki, hesab vermək məcburiyyətindədir. Onlara da qanun baxacaqdır. Yox, əgər demək iş üçün orada işləyibdir və demək zalimlik eləməyib, xalqı demək ağır duruma salmayıbsa, təbii ki, onların da hesabı cinayət işləyənlərlə fərqli olaraq onları hətta işlərində cəlb edib, saxlayıb və polis kimi işləməklərini də təmin eləmək lazımdır. Polislərin başına nələr gələcək? Heç nə, onların başına gələcəklərini özləri bəlirdir. Yəni, əgər bir polis, bir demək, paslar, bir intizamat, bir ertesi son gülləsinə kimi xalqı vuracaqsa, təbii ki, onun hesabı bəllidir nə olacaqdır. Onun da cavabı güllə ilə veriləcəkdir. Yox, biri xalqın cibhəsinə çəkilib və ya əslən məcburdursa, biz bunu hər daim demişik, yenə də deyirik ki, fəqət Azərbaycanda deyil, əslən Azərbaycan kökənli polis, paslar, əskər, sərbaz başqa bir eyalətdə, məsələn, bugün Bəluçistanda gedirlərsə, gedin Bəluçları vurun, öldürün, əmrə itaatsizlik edib və mümkün dərəcədə orada qiyam başlayıbsa, Bəluçistanın tərəfinə keçməyi və ya Türkmənlərin tərəfinə keçməyi, ərəblərin tərəfinə keçməyi və beləliyinin o cinayətkarlardan səhvlərini ayıraraq öz mövqelərini belirləməlidirlər. Amma son dəqiqəyə qədər durub orada, son hər şey bitəndən sonra da, çarəsiz qalandan sonra silahları yerə qoymaqları yəni onları o qədər də rahat qurtarmayacaqlar. Hesabatlarını təbii ki, qanun qarşısında verməlidirlər. İsrail, Amerika. İsrail adlı bir siyasi varlıq haqqında hangi düşüncələrə malikdir? İsrail, baxın, tarixən bir bölgənin adı və bunu əlbəttə ki, oradan köçməyə məcbur olublar, ölkələrindən çıxıblar, gediblər. Ən azından 3000 illik İsrailin tarixi var. Bunlar oradan köçəndən sonra gediblər İspaniya, Fransaya, Avropaya yayılıblar. İspaniyada qətlanma olublar, Fransada qətlanma olublar. Avropada, daha sonra hələ Almanda bu daha son zamanlardır. Və yəni illərcə vətənsiz demək bu ölkədə o ölkədə sığınaraq qalıb, amma o toplu formada yaşadıkları üçün milliyyətlərini əlbəttə Yahudiyyət elə eyni zamanda bir milliyyət kimi də tərif edirlər özlərini, qoruyub saxlaya biliblər. Bugün İsrailin demək düşünsək, bugün İsrail dediğimiz tarixi İsrail topraklarında təkrardan bu dəfə qurulub və təbii ki, qanlı qurulubdur və Almanın, Hitlerin demək Yahudilara qarşı işlədiyi cinayətlər təbii ki, bir seri siyasi vəziyyəti İsrail dövlətinin yaranmasına daha uyğunlaşdırmışdır və bu səbəbdən İsraillərin dövlət olma haqları vardır. Yəni öz tarixi topraklarında öz dövlətlərini qurmaq. Amma bunu görüb daha məsələn başqa toprakları zəbt eləmək təbii ki, doğru deyildir. Başqa tərəfdən də İsrail ilə Azərbaycanın bir demək tarixi bağı var. Bunu da mən burada açıqlamaq istərdim. Yəni ki, əslində yəni bugünkü Yahudilərin çoxu genetik Yahudi deyirlər. Yəni Yahudiyyətdə bilirsiniz, din anadan keçər. Yəni ana gərək Yahudi ola ki,
onun uşağı da Yahudi ola. Əlbəttə indi xaxamlar qanun sadıblar, gedib xilas görürsünüz, filan elisi Yahudi ola bilərsiniz. Amma Yahudiyyət inancında bu belə gəlir ki, ana illaki Yahudi olmalıdır və bir Yahudinin də başqası ilə evlənmə haqqı yoxdur. Ancaq bugünkü Yahudilərin və hətta Almanda qətlam olunan Yahudilərin çoxu türk kökənlidirlər və bunlar genetik Yahudi deyirlər. Bunu əlbəttə ki, İsraillər də, Yahudilər də açıqlamaq istəmirlər. Bunlar Xəzər demək imperatorluğunda Xəzərlər ki demək bir tərəfdən Hristiyanların baskısının altında və bir tərəfdən də İslam ordusunun baskısının altında demək idilər ideolojik olaraq, yəni dinlərini təhmil eləməyə, qəbul etdirməyə çalışırdılar hər ikisi də. Xəzərlər şamanist idilər ondan əvvəl, yəni vahid Allahları yox idi və bir siyasət işlətdilər. Xəzər xaqanı İspaniyadan Yahudi xaxamlardan gətirdi ki, Xəzər imperatorluğunda Yahudiyyəti öyrətsinlər. Niyə? Çünki Yahud dinini həm Hristiyanlardan əvvəldə, həm müsəlmanlardan və bu iki dinlərin hər ikisi də Yahudiləri kitab əhli kimi tanıyır, rəsmiyyətə tanıyır. Yəni onları din əhli bilir, demək, kitab əhli bilir və beləliklə Xəzərlər Yahud dinini dövlət dini kimi qəbul edərdilər. Yəni bugün Azərbaycanda olan Yahudilərin də çoxu, yəni hamısı deyərsə, əsasən nə fərq olar? Sonra bu Yahudilər Xəzərlərdən sonra demək yavaş-yavaş Avropaya axın elədilər. Demək o mühacirətlə bərabər və bunların çoxu da demək Macaristandan Macaristan'da ve Macaristan'dan da Avrupa'nın başka yerlerine yayıldılar ki bu 3. Dünya Savaşı'nda Hitler esasında onları qətlanmalı. Yani ki bizi qətlanmalı, Türkləri qətlanmalı. Bunlar siyaset olarak Yahud dinini qəbul eləmişlər. Hatta mesela tarixçilər deyirlər ki o dönemdə Azərbaycan, Xəzərlər, Azərbaycan demirlər, Xəzər imperatorluğu deyirlər. Bunlar Xəzər imperatorluğu da fəqət Azərbaycanda deyildi. Bütün demək Xəzərin quzeyindən tutdu ta Qaradənizə qədər, Bizansa qədər, bu tərəfdən Musula qədər demək Xəzər imperatorluğu böyük bir imperatorluğudur da. Yəni fəqət Azərbaycan hakimiyyəti deyildi. Bunlar demək Yahudi dinini qəbul edib və özlərini Yahud elan eləyərək İslamın və Hristiyanın, yəni Bizansın və ərəblərin baskısından nədilər? Amanda qaldılar. Əlbəttə ciddi savaşlar, möhkəm savaşlar da gedibdir və Xəzərlər ərəb ordusunu Ərəb sərdarı Cərrahın rəhbərliyi elədiyi ordunu Ərdəbilin yanında ünlülər sərkub eliblər, əsir alıblar. Cərrahı orada əsir alıb. Yəni bunlar hamısı Xəzərlərin imperatorluğunun demək bir parçasıdır. Və o dönemdə bunlar Yahud dinini siyasi olarak kabul edip ve bu içi baskıdan kurtularak ondan sonra bunlar elə Yahud dinini sitayiş eləyərlər filan eləyərlər. Demək bir Yahud qovumu yaranıbdır. Yəni ki bugün İsraili təşkil edənlərinin çoxunun kökü əsasında Xəzər türklərinə gedir. Ve bu tarihi bağdan dolayı da bizim baxarsınız mesela bilgisayar söhbətimdə dedim bizim rabitəmiz dövlətlərindən o dövlətlərin tutumu bizə nədirsə bizim də rabitəmiz elə tənzim olunacaqdır. Siyasətdə daimi dost, daimi düşman yoxdur. Mənfəətlər daimidir. Yəni ki
demək əgər bir dövlət bizə yaxşı münasibət göstərirsə, biz də onunla yaxşı münasibət quracaq. İsrail Azərbaycana nadir ölkələrdən idi ki, bir halda ki, birçok Müslüman ölkəsi, o cümlədən də İslam iddiasında olan İran işgal rejimi erməniləri silahlandırdığı təqdirdə və ya Azərbaycanın işgalına susduqları təqdirdə İsrail Azərbaycanın demək işgali dəf eləməsində Azərbaycana böyük yardım göstərdi və bizim də bir vəfa borcumuz vardı İsrailə. Ona görə İsrailin demək hakkında düşüncem umum olarak dedim. Acaba siz İsrail'i düşman tanır mısınız? Yok, İsrail bizim düşmanımız değil. Bizim düşmanımız İran işgal Fars rejimidir. İsrail benim dilimi qadağan eləmir ki. İsrail benim mədənlərimi söküb aparmış. İsrail Azərbaycan gölünü, Urmu gölünü qurutmur ki. Bizim gənclərimiz, millətçilərimiz bugün acaba İsrailin zindanındadır mıdır ki, İsrail benim düşmanım olsun? Acaba İsrailin əsgərləri bizim Təbrizin xiyabanlarında, Urmuda və ya Mərənddə, Ərdəbildə, Zəncanda, Qəzvində, Həmədandadır, yoxsa İranın qüvvələri. Nəticədən mənim düşmənim bəllidir. İran işgal rejimidir. İsrail bizim düşmənimiz deyil. İsraildən tərifiniz nədir? Dedik tərifimizi. İsrailin tərkibini, tərifini dedi. Yəni birinci soruda bunların hamısına cavab verildi. Amerika necə baxırsınız? Amerika bugün dünyada aparıcı güclərdən, yəni küresel güclərdən ən güclüsüdür. Bir çox məsələlərdə demək dünyanın kontrolu onun əlindədir. Bir çox ölkələrin idarəçiliyinin demək dəyişdirməsində, kontrolunda, yəni güclü bir imperiyadır ki, təbii ki, onu görməməzlikdən gəlmək olmaz. Amerikanı dost kimi, düşmən kimi, rəqib kimi ya necə görürsünüz? Amerikanı bir güc kimi görürük ki, istədiyi demək dünyada istədiyi bölgəyə gedib quldurluq eləyir, girir, vurur, dağıdır. Və təbii ki, mənfəəti icə bilərsə bizə də aynı tavırlarda ola bilər. Ona görə dostumuz nə dostumuzdur, nə düşmənimizdir, nə də biz Amerikana rəqib bir durumda demək bir gerçəkdir Amerika. Və siyasətlərimizi elə tənzimləməliyik ki, demək milli mənfəətlərimizi qoruyaraq Amerikanla da bir küresel güc olduğu kimi veya başka devletler kimi ilişkileri kurup yürütmek. Tabii ki Amerikanın idarəçilik sisteminden öğrenilecek birçok meseleler de vardır ki onlardan da faydalanmak olar. Amerika ile necə bir ilgi qurmanı düşünürsünüz? Bu da elədir, söhbətimdə dedim. Amerikanı göz ardına vurmaq olar mı? Olmaz. Amerika dedik ki, dünya ölkələrindən ən güclüsüdür. Dünya siyasətində bugün rol oynamaqdadır. Siz görəsiz və görməyəsiz, həqiqət budur. Bəşər haqlarını yan yana qoyarkən Amerika ilə bəşər haqlarını yan yana qoyarkən nələr düşünürsünüz? Təbii ki, Amerika bugün dünyada ən demokratik ölkələrdən birisi kimi görünür, amma bizə görə elə də deyil. Ancaq öz xalqının, yəni Amerikalıların əlbəttə ki, hüququ təmin olunmaqdadır, amma dünyanın bir çox yerində də həmin Amerika insan haqları adı ilə haqsızlığa səbəb olub, o cümlədən Əraqda, Suriye'de, Afganistan'da birçok yerlerde demək suçsuz, günahsız insanları bombalarından dağılıb, Hiroşima'ya bomba salan, Nakazaki'ye atom bomba atan Amerikanın tərəflərinə ki, bunun bu bir tərəflərini də nəzərdə tutmaq lazımdır. Amerika, Rus və Çin arasında necə də siyasətini qurmaq ola bilər. Əlbəttə ki, buna çalışılmalıdır. Bugün ciddi rəqabət vardır.
özellikle de Çin ve Rus yakınlaşması, Çin'in açılımı, Çin geniş formada dünyada demek gücünü yaymaktadır. Bunların arasında bir dengəni saxlamaq üçün mütləqa çalışmalıyıq və bunların hər hansının o birisi qanada qalib gəlməsi əsasında dünyada dəngələri dəyişdirir və elə bizim də demək mövqeyyətimizi təhlükəyə atar. Mümkün dərəcədə bunların elə bir durumda olmalarına çalışmalıyıq ki, biri birindən güclü və ya biri birindən təhdid olmasın. Filistin və ərəblərin sizin üçün hansı anlamı? Ərəblərdə, Filistinlərdə demək bu Filistin topraklarında yaşayan insanlara Filistin deyilir ki, ərəb kökənli, hətta bunların qeyri-ərəbi də vardır. Bunlar hamısı da müsəlman deyil, orada Xristiyanı da var, Yahudusu da var və demək müsəlmanı da var. Bunlar olur Filistin. Filistin və ərəb ölkələri ilə ilgili hansı siyasətləri götürməni düşünürsünüz? Təbii ki, Filistin ve başka Arap ölçüleriyle dediğimiz gibi bizim siyasetimiz olumlu olacaktır bütün ölçülerine. Meğer onlar dedi ki biz herhangi bir devletinden demek karşı durmak veya ziddiyet yaratmak, tenis yaratmak fikrində deyil, bəlkə normallaşma, qonşularımızdan tutub hamısıyla normal bir əlaqələr qurub, iqtisadi, siyasi, ticari əlaqələr qurub və yaşamağa çalışacaq və bu da Filistin'də və ərəblər də, İsrail də, yəni bütün ölkələr buna daxildir. Tək Filistinə görə indi Filistin gündəmdədir. Biz tək Filistinə görə siyasət belirləmirik ki. Biz bütün ölkələrinə demək diplomatik rabitələri qurub, demokratik əlaqələr qurub və iqtisadi əlaqələr qurub, dostluq əli uzadıb və nə eləməyə çalışacaq. Amma birisi dedim, daha əvvəl də dedim, bu rabitələri daha çox belirləyən onların bizə qarşı tutumudur. Yəni biz indi durub birini dost deyək, düşmən deyək, mümkündür, səhər dostumuz olar. Ona görə onların tavrı nədirsə, bizim də mövqe qoymağımızda böyük rol oynayacaqdır. Onların bizə qarşı münasibətləri. Ərəb və İslam ölkələrinə yaxınlaşmanı, yoxsa İsrail və Yahudilərlə, həm İsraillə, Yahudilərlə, həm Ərəb ölkələri ilə, müsəlman ölkələri ilə yaxın əlaqə qurmaq istərik. Bunu biz dinə, ırqa, dilə filana bölmürük. Mənfəətlərimizə bölürük. Yəni ki, demək, çıxarlarımız nə icab edirsə, ona görə də bütün ölkələrlə, yəni çıxarlarımız da bunu icab edir ki, bütün ölkələrlə yaxşı münasibətdə olaq. Barış içində olaq, sülh içində olaq, anlayış içində olaq. Ona görə birini o birisine tercih eləmək deyil. Və bugün dikkat edersek Azərbaycanın da siyaseti, Azərbaycan Cumhuriyeti devletimizin, yani Azərbaycan devletinin siyaseti budur. Hem Ərəblərlə əlaqəsi var, hem İsraillə əlaqəsi vardır. Və bu heç də çətin bir məsələ deyil. Yəni biz kiminsə İranın tərifi ilə və ya birinin düşmən belirlədiyi üçün düşmən deyə onlara mövqe sərgiləyəcək deyilik. O yüzden de hamısı yani hem Ərəblərlə, hem İsraillərlə, hem Müsəlmanlarla, hem Yahudilərlə, hem Xristiyanlarla ve hem mesela bir dinsiz bir ölçü var, sekular dinsiz bir ölçü var, komünist neredeyse hamısıyla əlaqə qurmağa, yani müsbət rabitə demək qurmağa çalışacaq. Biz dünyanı savaşa bilmərik ki, qonşumuzla hər tərəflə savaşda nə əldə edəcək? Biz bu dünyada yaşayırıq və bu ölkələrlə də alışveriş içində olacaq. Kültürel,
siyasi, iqtisadi, hətta bəlkə hərbi alışveriş içində olacaq. Ərəblərlə İsrail arasında dəngə siyasətini necə aparacaqsınız? Əlbəttə ki, milli maraqlarımıza dayalı hər kəsindən siyasətimizi qurduğumuz kimi ərəblərlə də yaxud İsraillərlə də eyni siyasəti yürüdəcək. Bunu yenə də vurğulayıram ki, İsrailin bizim Azərbaycanın torpaqlarını azad eləməsində, ordusunun yeni silahlarla təmin edilməsində və hətta təlimatında, manevrlarında xidməti olubdur və bunu da göz ardı etməməliyik. Rusiya. Tarix baxımından Rusiya Güney Azərbaycanı özünün arxa bağçası kimi görür. Sizin təşkilat Rusiya haqqında nə düşünür? Rusiya təbii ki, qonşuluğumuzda ən güclü ölkədir. Dəfələrcə Azərbaycanı gəlib işğal edib. İstər quzeyini, güneyini. Və bu Rus gəldi Azərbaycanlıların beynində var. Atalarımız hamısı bunları bilirlər. Ona görə ataların bir misalı var. Ailə ilə qonşuluq elədiyinizdə çomağınızı da hər daim əlinizdə tutacaqsınız. Rusiya ilə yaxşı münasibət qurmaq, istiqlaliyyətimizi qorumaq, milli mənfəətlərimizi qorumaq şərti ilə Rusiya ilə yaxşı münasibət qurmaq məcburiyyətindəyik. Yəni Rusiyanın qonşu ölkələrinə yəni Rusların mənfəətlərini təhlükəyə atıb Batının, Amerikanın siyasətinə yaxınlaşan ölkələrin haqqında tabii hamımızın təcrübəmiz vardır ki, Rusiya nə kimi baskılar siyasətlər işləyib. Onlardan birisi Gürcüstandır, birisi Ukraynadır və dediyimiz kimi Rusiya dünyanın 2000-ci qüdrətli ölkəsidir və onunla bizim bu anda Azərbaycanın savaşacaq və ya rəqabət edəcək, onun qarşısında özünü qoruyacaq gücü olmadığı üçün məntiqli siyasət yürüdərək demək bir anlayış içində qonşuluq eləməlidir. Rusiyanın güclənməsi, qələbəsi Amerikana rəqabətdə bizə zərərdir. Rusiyanın çox da zəif olması da bu durumda bizim zərərimizədir. Türkiyələr demək ki, görürsünüz ki, qulağımızın dibində Fransa, Alman, Amerika, o birisi, bu birisi gələr orada nəyər, Ermənini, başqa dəstələri silahlandırar və bizim dövlətimizi təhdidə salar. Bu dəngəni sağlamaq üçün biz Türk dünyası, Türk dövlətləri ilə birləşib güclü bir federasiya qurmaq zorundayıq. Yəni Rus təhdidini ki, immediat, bilafasılə bizə bir təhdiddir, onu caydırmaq üçün biz demək Türkiyə, Azərbaycan, Türkmənistan, Üzbəkistan, Qırğızistan, Qazaxıstan demək bunlar bir vahid demək bir ittihadiyə yaradıb bir müttəhid ordu təşkil eləməliyik ki, biz elə bilək bu demək əjderhanın qarşısında müqavimət göstərə bilər. Yəni Rusiyanı küçümsəmək həm də qulağımızın dibində, həm də dəfələrlə toprağımıza gəlib girdiyi bir halda yəni bizim bir mekanizmimiz yoxdur ondan difa eləməyə. Ona görə güclənmək məcburiyyətindəyik və burada Türk ölkələrinin birləşməsi və Türk demək ordu birliyinin qurulması çox vacib məsələlərdən birisidir.
Rusiya ve büyük kudretlerin imkan vermediği halde istiklal almak necə görürsünüz? Bakın Rusiya veya herhangi bir kudretlerin imkan vermediği meselelerle biz razılaşmıyoruz. Elbette ki onlar bütün dedik dünyada birçok meselelerde etkili rolları vardı ama tamam da karar verici değiller. Mesela diye ki diyorsun desin ki icazə vermirlər sizə, siz müstəqil olasınız, o zaman biz də əlimizi salaq yataq, filan kəs verməli ki, orada ölək də. Belə bir şey yoxdur. Biz nə qədər iradə qoysaq, yəni onlar da məsələlərin təcrübələri var, bilirlər ki, bu bir millət nə dərəcədə müsəmməmdir. Baxın, bugün dünya İsraili durdura bilmir. Amerika da deyir ateşkəs ilə, Fransa da deyir ateşkəs ilə. Baxın, bugün məsələn Əl Cəzirənin istədiyinə görə İsrailin əleyhinə bir ayrı qətnamə də çıxır. Rusiya da deyir dur, Çin də deyir dur, Ərəb dünyası da deyir dur. Hamı deyir də, yəni ki, Lahət məhkəməsi buna ateşkəsi durdurmalı. Hətta məsələn Netanyahu və birisilərini durdurmalı hökmü veribdir. Ama bunlar hiçbirisi mani olmur ki, İsrail demək əməliyyatını yürütməsin, hərbi əməliyyatını yürütməsin. Deyir ki, biz müstəqil ölkək və müstəqil də qərar verək. Əgər biz də iradə qoysaq, bu güclərin hamısı bizim iradəmizlə razılaşacaqlar. Fəqət nədir? Onların istədiyi budur ki, onların mənfəəti təhlükəyə düşməsin. Rusiyanın mənfəəti var bölgədə, Amerikanın mənfəəti vardı bölgədə. Biz deyirik ki, biz sizlə sizin mənfəətinizə təhdid deyilik, biz demokratik bir ölkə quraraq sizinlə yaxşı əlaqə quracaq, ticari rabitələrimiz olacaqdır. Biz sizə bir təhdid deyilik. Və bu iradəni qoyduqda o təhdid olmadığını onlar gördükdə nə necədir? Siz dövlətinizi quracaqsınız. Baxın, bugün yəni bir çox ölkələr və nümunələr vardır vurmaq olar ki, demək, bunların, yəni bu güclərin iradəsindən xaric öz dövlətlərini qurdular və qurmaqdadırlar. Onun üçün də Rusiya və ya Amerika və ya hansı güclər icazə vermir, deyək, gəlin bəs istiqlalı qoyaq, kənara gedək, İranda demokrasi, elə başımızı salaq burada qoyun kimi yaşayaq. Belə bir şey yoxdur. Belə bir şeylə xalqı aldatmağa da müsaade etməməliyik. Bugün demək ki, bizdən çox zəif bir vəziyyətdə olan, az vəziyyətdə olan millətlər var. Lakin dövlətlər, qruplar dövlətlərində və müstəqil dövlətlərində aparırlar. Ona görə o bir manə deyil, mümkündür. Onları sadəcə bu dövlətlərinin əlaqə qurub, irtibata girib və nə demək, onları başa salmaq lazımdır ki, bizdən sizə, biz sizinlə bir məsələmiz yoxdur. Bizim topraklarımızı İran işgal edibdir, dilimizi qadağan edib, kültürümüzü, mədəniyyətimizi sökür aparır. Yəni sizinlə biz ortaq olaq. Sizinlə biz istəyirik teknolojik ortaqlığı quraq, demək iqtisadi ortaqlıq quraq, alış-veriş eləyək, biz sizə bunu satarıq, siz də bizə lazım olan məsələn silahı verin, Rusiya ilə deyək, ya məsələn Amerika ilə deyək. Yəni ki, bu rabitələri qurmalıyıq. Əsalət əslində onlarda deyil, onlar güclüdürlər. Amma əsl belirləyən onlar deyil, əsl belirləyən bizik. Yəni, biz ki, fəqət biz olduğumuz üçün demirəm bunu. Yəni, o millətin iradəsini nə dərəcədə iradə qoyursa, odur belirləyən. Yoxsa o güclər demək, hər şeyi də elə kəsib, biçib, ölçüb, istədikləri kimi yürüdə bilmirlər. Əgər biz iradə qoysaq, Afqanistanı misal vurub, Afqanistan bir müddət Rusların işğalında oldu, sonra Amerikanın pəncəsinə geçdi və sonra hər ikisinin də əlindən çıxdı. Yəni ki, burada Amerika və ya Rusiya və ya xarici güclərə o qədər də qorxunc və ya əsalət vermək lazım deyil.
Əlbəttə onlar məsələdirlər, onlar problem yaradarlar, onların göz ardı eləmək olmaz. Amma belirleyici onlar deyirlər. Belirleyici bizim iradəmizdir. Bizim millət olaraq sərgilədiyimiz iradədir ki, görək ki, biz bunu istəyirik, nə dərəcədə istəyirik, bunu nə dərəcədə bədəlini ödəməyə hazır. Rusiya ilə ilgili hansı siyasətləri göz önündə tutursunuz? Dedik ki, Rusiya qonşuluğumuzda və güclü də bir ölkədir. Burada bizim demək, Gürcüstan təcrübəmiz var, Ukrayna təcrübəmiz var. Ki, bunlar hamısı Batının, Amerikanın oyununa gəldi və güdəsə verildi. Yəni ki, əgər biz ki, inanaq ki, məsələn, bizi Rusiyanın qarşısında Amerika gəlib savunacaqsa, yanlışdır, gəlməyəcəklər. Onlar bizim üçün gəlib orada ölməyəcəklər. Bəlkə bizi alət edib Rusiyanı zərfləşdirmək üçün bizim hətta məhvimizə də səbəb ola bilərlər. Ona görə biz elə bir siyasət qurmalıyıq ki, bu demək, eyni halda ki, istiqlaliyyətimizi qoruyuruq, istiqlaliyyətimizi, müstəqil dövlətçiliyimizi sürürük. Eyni halda da bunların hər hansının etkisinin altına düşməyə və ya hər hansının başqasının üzbatından o birisi ilə irtibatlarımızı kəsməyə. Baxın, məsələn, Rusiyanın özünün çox mürəkkəb bir siyasət yürüdü. Rusiya bir tərəfdən, məsələn, Suriyədə Bəşər Əsədi dəstəkləyir. Başqa tərəfdən görürsünüz ki, Salih Müslimi çağırıbdı Moskvada, onu YPG-nin orada qurultayını geçirdi. Onu orada bir tərəfdən Türkiyənin görürsünüz ki, çox yaxın əlaqə qurmağa can atır. O bir tərəfdən Türkiyəni təhdid edən YPG-nin ilə də əlaqə qurur. Bu tərəfdən yəni biz də dövlət olaraq bu məsələləri nəzərdə tutmalıyıq. Biz bir dövlətlə əlaqə quranda o dövlətin bütün demək etdiklərini ya bütün siyasətlərini qəbul eləmək anlamında deyil. Bəlkə bəlli məsələlər üzərində bəlli anlayışlar olur, bəlli ortaklıqlar olur. O ortaklıqların üzərində hərəkət etməliyik. O yüzden Rusların demək əhəmiyyətini qonşuluğumuzda olan demək güclü dövləti diqqətə alaraq sağlam bir demək siyasət yürütmək zorundayıq. Azərbaycan və Türkiyə hərəkatında Rusiyaya yaxın olan bir siyasi qanat parti təşkilat və s. varmı ki, Azərbaycan qoyma amacıyla Ruslarla yaxınlaşsın? Maalesef belə bir şeyin olduğundan bizim bilgimiz yox. Hətta bizim İstiqlal Partiyası olaraq Ruslarla da bir əlaqəmiz yoxdur. Çünki Rusiya bu anda İran adlanan ölkənin çox sıx əlaqədədir. Əlbəttə dediyimiz kimi bu mənfəətlər məsələsi vardır. Bu mənfəət hər zaman dəyişə bilər. Bizim ləhimizə də çevrilə bilər və uzun sürədə hərəkətdə Rus, Fars, Erməni, Azərbaycan düşməni deyə bir mövqe sərgiləməyə çalışılıbdır. Bir halda ki, bunun bizim beləncə bir siyasət yürütdükdə özümüzə daha çox zərər verir və hətta istiqlaliyyətimizə, dövlətçiliyimizə təhdid yaratmağa çalışırıq. İndi Erməni təhdidi də dəf oldu, qutuldu. Azərbaycanla Ermənistanın görürsünüz ki, nədir? Normallaşma prosesi başlayır. Ki, gəlin, bundan sonra rabitə quracaq, qonşuluq eləyəcək. O yüzden Ruslardan demək Azərbaycan təşkilatlarından hər hansının bir Rusiya ilə əlaqəsi varmı? Bu haqda bir bilgimiz yoxdur və bilmirik. Amma biz İstiqlal Partiyası olaraq əgər bu imkan bu etimad yaranırsa
Ruslarla bizim qonşumuz olduqlarına görə irtibatın olmasının demək lazım olduğunu bilirik. Bu irtibatın olması dediyimiz kimi onların əmrinə girmək deyil, onların dediklərini qəbul etmək deyil, bəlkə bir bağdır, irtibat, siyasi bağlantıdır. Siz düşmənlə də savaşdığınız belə qızğın savaş zamanında da düşmənlə əlaqələriniz vardı, nümayəndələriniz var, elçiləriniz var və ya elçi əvəziniz var ki, bu irtibatlar qurulur, bu danışıqlar gedir bir yerdə. Məsələn, deyirsiniz bir İmrə saat buranı açıq qoyaq, məsələn, insanlar geçsinlər, anlaşırsınız. Yəni ki, ona görə biz də siyasi təşkilat olaraq Rusiya ilə irtibat qurmağı da qəbih görmürük. Yəni ki, qurula bilər. Ruslardan uzaq durmaq Rusların siyasətlərinə və əməllərinə kömək anlamına gəlirmi? Yox. Uzaq durmağımız, yəni ki, Ruslar bizim böyrümüzdədir. Biz istəsək də, istəməsək də Rus bizim qonşumuzdur. Dediyimiz kimi dəfələrcə torpaqlarımızı gəlib alıb, bizə də sormadan səhər durmuşuq ki, Rus əskəridir xiyabanda. Və nə cinayətlər işləyiblər, hamısı da yadımızdadır. Ona görə ondan uzaq durmaq, onun siyasətinə kömək anlamına gəlir, gəlmir. Belə bir şey inancında deyilim. Əksinə bir türlü siyasi əlaqənin olması da lazımdır. Böyük qüdrətlər arasında dəngəni saxlamaq amacı ilə onların hər birinə yaxın təşkilatlarının içində ya müstəqil bir siyasi qurumun yaranmasına necə yaxlaşırsınız? Bütün dövlətlərlə, böyük və kiçik, bütün dövlətlərlə baxın, biz normallaşdırmağa, rabitə qurmağa çalışırıq. Hesab edin ki, məsələn, baxırıq bölgədə, dünyada İrana qarşı olan, özəlliklə də İrana qarşı olan hər bir ölkənin İstərsə böyük olsun ya balaca olsun, biz irtibat qurmağa çalışırıq. İndi neytral olanlara da eyni səviyyədə. Hələ ki dövlət olduğunuzda təbii ki, bütün dövlətlərlə rabitə qurmağa çalışacaqsınız və çalışmaq məcburiyyətindəsiniz. Bölgənin siyasi hesabatında Rusiyanı silmək mümkün müdür? Deyil. Yox, Rusiyanı bu müadilələrdən silmək mümkün deyil. Rusiya bir əbərqüdrətdir, böyrümüzdədir və buradan Amerikadan biri durub şar verə bilər. Amerikaya demək, onun ordusu gələnə kimi bizi əzib keçib gələcəkdir. Yəni ki, və bizi də orada əzərsə, dağıdarsa, heç kimsə də bunların heç birisi də gəlib bizə kömək falan adı ilə də gəlməyəcəklər. Ona görə Rusiyanı olduğu kimi görüb və o olduğuna görə də onunla təhdidlərini və fürsətlərini nəzərə alaraq onunla da əlaqə qurmaq zəruridir.